Aha, Müəllim, bəli. reaksiyaya ancaq aktiv metallar gedir. Qabaq hissəsini eşitmədim cümlənin. Necə? Fosforla reaksiyaya ancaq aktiv Xeyr, metallar orta aktiv metallar da gedir. Orta aktivlər də daxil olur aktivlərdə. Pasiv metallar gedir. yalnız getmir. Onun nəsə qanuna uyğunluğu var, yəni turşularla hansılar gedir, getmir. Əlbəttə, əlbəttə və sulfat tursun dərsində keçmişik, nitrat tursun dərsində keçmişik. Ondan Problem dinləmək Problem istəyərlər. qatı və duru nitratdır. Bir dənə onlardan ehtiyatlı olun. Bir də qatı sulfatdır. Bunların aktiv, orta aktiv, pasiv metallarla reaksiyası başqa cürdür. Bunun öz qaydası var. Cədvəl şəklində vermişəm sizə. Qaldı ki, Mən digər turşularla yalnız aktiv və az aktiv metallar daxil olur. Pasiv hə, bu metallar daxil olmur. Hə. sulfitlər, məsələn, xlorid onlara Bəli, görə hamısı, qalmış. hamısı. Bəli. Aktiv və ya az aktiv metallar daxil olurlar, passivlər daxil olmurlar. Məsəl üçün mis H-xlor, H3PO4, H2CO3, H2 silisium O3, H2S, duru H2SO4 heç birisinə getmir. Çünki passivdir. Sağ Aydındır? olun. Aha. Dördüncü tapşırığa baxaq. Hansı reaksiyalarda natrium OH alınmır? Soruşur. Demək, birincidə əsasla qələvi ilə duzun reaksiyasıdır. Hər ikisi suda həll olandır. Yer dəyişmə eləyək. Alınan natrium OH və kalsium karbonat. Alınan tərəfdə çöküntü əmələ gəldiyinə görə reaksiyadan natrium OH, yəni reaksiya gedər və natrium OH alınır. İkinci reaksiya ümumiyyətlə getməz. Niyə? Çünki ferrum OH çöküntüdür. Suda həll olan bir əsas deyil. Natrium nitrat isə suda həll olan duzdur. Ona görə reaksiya ümumiyyətlə getməz. 2 yanlış. Üçüncü, elektroliz demişdik ki, aktiv metalların oksigensiz turşularının duzlarının suda məhun elektrolizi zamanı katodda hidrogen, anodda turşu qalığı, məhulda isə müvafiq əsas əmələ gəlir. Natrium xlorunun müvafiq əsası natrium OH-dır. 3-dən alınacaq. Dördüncüdə isə sink OH2 demək, natrium 2 ona reaksiya girəcək. Yəni, baxmayın ki, sink OH2 çöküntüdür. Çöküntü olması biz demişdik duzla əsasın reaksiyasında mümkündür. Burada isə bu əsasi oksiddir. Əsasi oksidlər amfoter əsaslarla reaksiya daxil ola bilirlər. Sink OH2 amfoter əsas olduğuna görə həm əsaslı oksidlərlə, həm əsaslarla, həm turşularla, həm turşu oksidləri ilə reaksiya gedə bilər. Lakin burada natrium sinkat alınacaq. Natrium 2 sink O2 alınacaq və su əmələ gələcək. Yəni natrium OH ona görə alınmayacaq. Bizdən alınmayan cavablar istəyirdi 2-4. Sonra 5-ə də baxa bilərik müəllim. həm sink, həm də sink oksidlə reaksiya daxil olan maddələri müəyyən edin. Təbii ki, sink və sink oksid demişik ki, amfoterdir. Hər ikisi həm sink amfoter metaldır, sink oksid də amfoter oksiddir. Su ilə reaksiya daxil ola bilərmi? Deməli, hər ikisinin reaksiya söhbəti dediyinə görə bax, su sinklə reaksiya girəcək. Sink orta aktivdir. Orta aktiv metallar su ilə reaksiyaya girirlər. Aktivlərlə orta aktivlər girir, passivlər getmir su ilə. Burada əmələ gəlir sink oksid və hidrogen. Düzdür, temperaturda gedəcək, amma gedəcək əsas odur. Az aktiv metalların, yəni orta aktiv metalların özləri su ilə reaksiya getsə də, oksidləri su ilə reaksiya gedə bilmir. Biz bunu su dərsində öyrənmişdik. Burada həm dediyinə görə, hər ikisinin dediyinə görə reaksiya getməyəcək. Yəni suyu götürməyəcəm belə deyək. H-xlorla amma gedəcək. Çünki sink aktiv, az aktiv metal olduğuna görə xlorid turşusuna reaksiya gedir. Sink oksid isə amfoter oksid olduğuna görə turşu ilə reaksiya gedə bilər. Yəni 2 hər ikisinə getdiyi doğru cavabdır. SO3 sinklə reaksiya gedə bilərmi? Xeyr. Biz ümumiyyətlə metalların oksidlərlə reaksiyasını belə deyək də, adətən alüminotermiyadır, hidrogenotermiya bu şəkildə öyrənmişik. Məsələn, deyirik ki, sink belə deyək də, məsələn, alüminium 2O3 plus xrom. Daha doğrusu tam tərsinə yazdım. Məsələn, alüminium plus xrom 2O3 əmələ gəlir xrom plus alüminium 2O3. Yəni metalla oksidin reaksiyası bu şəkildə mümkündür. Əgər həmin metalın belə deyək, metal güclü bir metaldırsa, elektrokimyəvi gərginlik sırasında özündən sonra gələn metalı oksidindən reduksiya edə bilər.
Biz ancaq bu şəkildə oksidlərlə metalların reaksiyasını öyrənmişik, amma SO3 turşu oksididir. Yəni turşu oksidlərinin belə bir qaydası yoxdur. Ona görə də bu reaksiya getməz. Sink oksidlə bəs gedərmi? SO3 sink oksidlə nəzərə alsaq ki, sink amfoter oksiddir, sink oksid. SO3 də turşu oksididir. Turşu oksidi, amfoter oksid. Və bu reaksiya gedər. Çünki amfoter oksidlər həm turşu, həm də əsas oksidlərlə reaksiya gedir. Axı buradan alınar sink SO4. Yəni burada da bir dənə sink oksidlə reaksiya getdi deyə üçüncünü götürməyəcəm. Amma natrium OH hər biri ilə gedəcək. Niyə? Çünki natrium OH əsasdır və sinklə ümumiyyətlə əsaslarla ancaq amfoter oksidlər və amfoter metallar reaksiya gedir. Buna görə də hər ikisi ilə natrium OH gedəcək. Və eyni maddələr əmələ gətirəcək. Natrium 2 SiO2, natrium sinkat plus H2. Həmçinin natrium OH amfoter oksidlə də reaksiya gedəcək. Natrium 2 SiO2 plus H2O. Yəni dördüncü ilə getdi. Bizə daxil olan maddələr deyirdi 2, 4. D variantı doğru variant olar. Bəli. Zəhmət olmasa sinklə SO3-ün getmədiyini niyə deyə bilərsiniz? Sink SO3 ilə niyə getmir? Bizim metallarla turşu oksidlərinin xüsusi reaksiyası qaydamız yoxdur. Məsələn, metalların adi bir-birini sıxışdırıb çıxarma, yəni bir metalın digər metalın oksidindən sıxışdırıb çıxarma qaydası var. Məsələn, alüminotermiya kimi. Alüminium ferrum 2O3-dən nətər çıxardır? Alüminium 2O3 plus ferrumu, alüminium xrom 2O3-dən necə çıxardır? Alüminotermiya üsulunda. Yəni metalla oksidin reaksiyası yalnız bu şəkildə mümkündür. Plus xrom. Amma bizim turşu oksidlərinin belə deyək, turşu oksidlərinin bir-birini sıxışdırıb çıxarma üsulu var. Yadınızda da demişdik ki, silisyum O2 uçucu olmayan uçucunu duzundan sıxışdırıb çıxarır. Buradan SO3, N2O5, NO2, ən axırda da CO2. Turşu oksidləri duzlardan bir-birini sıxışdırıb çıxara bilirlər. Amma yəni turşu oksidinin metalla xüsusi bir reaksiyası yoxdur. Yəni belə reaksiya mümkün deyil. Bizim belə bir qaydamız yoxdur. Ona görə də bunların reaksiyası getməz. Aydındır? Hə. Hı -hı. Sonra buyurun. 9 var. 9. Bunların demək bu 7. Sens 9 görünür buradan. Aha. Elə bildim görünmür. Demək hansı reaksiyalardan 2 müxtəlif duz alınır? Reaksiyalarımızı yazaq. Adətən 2 müxtəlif duz qarşı oksidlərdən əmələ gəlir. Bu qaydadır. Və 2 anhidrid, belə deyək, 2 turşu yaradan anhidridlərdən əmələ gəlir. Məsələn, NO2-dən. NO2 2 dənə turşunun anhidrididir. Bilirsiniz. Bu məsələn N2O5 nitrat turşusunun anhidrididir. Anhidrid nə deməkdir? N2O5-ə su ilə reaksiya yaparsaq, hansı turşuya çevrilirsə, o turşunun anhidrididir N2O5. Azot müsbət 5-dir, nitrat turşusunda da azot müsbət 5-dir. Sonra N2O3-ün anhidridi, yəni N2O3 kimin anhidrididir? HNO2-nin. Çünki N2O3-də də azot müsbət 3-dür, yaratdığı turşuda da müsbət 3-dür. Amma NO2 2 dənə turşu yaradırdı, yadınızdadsa. İlıq su ilə reaksiya gedəndə həm nitrat, həm də nitrit əmələ gətirirdi. Ona görə də 2 turşunun ikisini də yaradırdı deyə reaksiyaya gedəndə də o 2 duzu yaradacaq. O 2 turşunun duzlarını yaradacaq. Bu məsələn birincidə bir dənə duzu. Yəni bu aydın məsələdir də cavab nədir? 2, 4-dür cavab. Ferrum 3 qarışıq oksiddir. Buradan əmələ gələcək ferrum xlor 3, ferrum xlor 2 plus su. Müəllim dedi ki, qarışıq oksidlərdə belə bir qayda olur. 2 turşu yarada bilirlər. Bir də NO2-nin natrium karbonatla reaksiyasından alınır natrium NO3. Çünki 2 turşunun anhidrididir NO2. Natrium NO2 və su. Qaldı ki, o birisilər də niyə deyil? Çünki orada bir duz əmələ gəlir. H-xlor karbonatı sıxışdırıb çıxarır. Buradan əmələ gəlir natrium xlor, su və karbon qazı. Üçüncüdə də ki, nitrat karbonatı yenə sıxışdırıb çıxarır. Çünki duzla turşunun reaksiyasında turşunun qüvvətli sırasına baxırıq. Kalsium NO3-dən 2 dəfə, karbon qazı və su. Yəni cavab 2, 4 aydın məsələdir. A variantı doğru variant. Sonra 12 var. 12, Bəli. 13 var mənim. 12 və 13. Aha. Hansı reaksiyaların getməsi mümkündür? Birinci reaksiya bayaq müəllim dedi ki, getməz. Çünki az aktiv metalların oksidləri su ilə reaksiyaya getmirlər.
İkinci amfoter oksiddir. Amfoter oksid turşu ilə həmişə reaksiyaya gedər. Alınar sink, klor 2 və su. 2 doğru cavab. Sink oksid plus baryum klor 2. Yenə eyni şey. Bax, üçüncü reaksiyamda da sink oksid amfoter oksidi. Bu da duzdur. Amfoter oksidlərin duzlardan bir-birini sıxışdırıb çıxarma bir qaydası yoxdur. Oksidlərin duzlarla reaksiyası ancaq turşu oksidləri ilə bağlı olandır. Məsələn, nə əsasi oksidlərdə belə qayda yoxdur, nə amfoterlərdə, nə də qarşı oksidlərdə. Amma turşu oksidlərinin bayaq yazdığım sıra var idi. Silisium O2, PKO5 və bu sırada məsələn silisium O2 plus kalsium karbonat. Bu reaksiya gedər. Bu da oksidlə duzun reaksiyasıdır. Üçüncü reaksiyamda da oksidlə duzun reaksiyasıdır. Lakin oksidə baxın görün bu nə oksididir? Bu turşu oksididir. Turşu oksidi kalsium CO3-ün içindəki turşu oksidini sıxışdırıb çıxara bilərmi? Bəli, qaydaya əsasən uçucu olmayan uçucunu sıxışdırıb çıxarar. Yəni CO2 əmələ gələr. Amma belə bir qaydamız yoxdur. Yəni amfoter oksidlərin duzlarını sıxışdırıb çıxarma qaydası yoxdur. Ona görə üçüncü reaksiya mümkün deyil. Belə bir reaksiya mövcud deyil. Amma dördüncü, bizim belə bir qaydamız var. Az aktiv metalların oksidlərindən güclü reduksiya edicilər onları reduksiya edə bilirlər. Hidrogen, karbon və CO. Bu üçü ilə də sink oksid gedir. Sink oksid CO ilə reduksiya olunanda, yəni metalı tək qoyur CO. Alınır CO2. Məsələn, sink oksidin üzərinə təkcə karbon da gəlsəm, yenə sink tək qalacaq CO. Sink oksidin üzərinə hidrogen gəlsəm, yenə sink tək qalacaq. Yəni bu reduksiya edicilərin zaten məqsədi, funksiyası, vəzifəsi odur. Bu reduksiya edicilər metalları onların oksidlərindən azad edir, reduksiya edir. Ancaq az aktiv və pasiv metalları edə bilirlər. Aktiv metallar bu qaydaya tabe deyirlər. Dünən də yadımdadır ki, bununla bağlı bir tapşırıqlarda yazırdı. Məsələn, kalsium oksid karbona gedə bilməyəcək. Gedəcək reaksiyaya. Sərbəst metal alınmayacaq. Məsələn, buradan kalsium alınmayacaq. Alacaq kalsium C2 və CO. Halbuki reduksiya edicilərin vəzifəsi oydu. Hər bir metalı onların oksidinə reduksiya eləmək. Hər bir metalı tək qoymaq. Amma təəssüf ki, aktiv metalları edə bilmirlər. Ancaq orta aktiv və passivləri edə bilirlər. Deməli, bu reaksiyanın getməsi mümkündür. 2-dən 4-ün Y variantı doğru variant. Müəllim, Bəli. biz qayda keçirdik bir dəfə. Deyirdik ki, məsələn, aktiv metalları almaq üçün su ilə reaksiyasını apara bilmirdik. Birbaşa reaksiyaya girirlər. O nə idi? Aktiv metalların necə? Aktiv metalları almaq üçün su ilə reaksiya apara bilmirdik də. Yəni su ilə reaksiyasında nəyinsə O metalların gərginliyi sırasında hər bir metal özündən sonraki duzu sıxışdırıb çıxarma qaydası. Onu deyirsən sən. Məsələn, sink ferrum SO4-dən ferrumu çıxardacaq. Sink plus ferrum, sink SO4 plus ferrum. Çünki bu reaksiya mənxulda gedir. Yəni aydın məsələdir ki, 2 dənə bərk maddəni yanaşı qoysaq, reaksiya getməz. Onlar üçün mütləq su lazımdır. Yəni ferrum SO4-ü suda həll edirik uşaqlar. Adicə bizim laboratoriyamızda məsələn reaksiya yapar. O boyda tədbir təşkil elədik də, düzdür. Orada mən də şagirdlərim reaksiyalar apardılar. Yəni çox yəni demək olar ki, bir 15-dən çox reaksiya apardıq. Bax orada kaş ki siz də olardınız, göstərərdim sizə də. Məsələn, mən natrium karbonatın məhullu ilə bağlı reaksiya aparırdım. Natrium karbonat bizim məktəbimizdə, laboratoriyamızda toz şəklindədir. Bildiyiniz duza oxşuyur. O reaksiyanı aparmaq üçün gələk mən sınaq şüşəsi götürüm, qaşıqla həmin o natrium karbonatın duzundan töküm həmin bu sınaq şüşəsinin içinə. Sonra da üzərinə su əlavə eləyirəm ki, sonra başlayıram çalxalamağa, onu həll eləyirəm. Necə ki, şəkər tozunu suda həll eləmirsiniz. Bax, başlayırsınız onu həll eləməyə. Ondan sonra sinki atırsınız onun içinə. Yəni sinklə ferrum SO4-ün bu da duzdur, bu da bərkdir. 2 dənə bərk maddəni biz təbii ki, yanaşı qoyanda reaksiya getmir. Gərək bu ferrum SO4-ü suyunda həll eləyəsiniz. O sinki sonra atasınız onun içinə, ondan sonra reaksiya gedir. Aktiv metallarda niyə belə eləmək olmur? Çünki aktiv metallar, məsələn, natrium. Burada da ferrum SO4-ün suda məhluludur axı. Yəni mən ferrum SO4-ü tutalım, tökdüm sınaq şüşəsinin içinə. Bu olsun ferrum SO4. Tökdüm sınaq şüşəsinin içinə və onun üzərinə su əlavə elədim. Onun üzərinə su əlavə elədiyim zaman natrium o suya qarşı həssasdır. Natrium avtomatik ferrum SO4-ün suyu ilə reaksiyaya girir.
Yəni ferromeso 4-ü belə deyək, ferromeso 4 çatdıra bilmir, özü həll oluna bilmir. O həll olmamışdan qabaq natrium tez su ilə, çünki natrium çox aktivdir. Tez natrium su ilə reaksiyaya daxil olur, əmələ gətirir qələvi və hidrogeni və artıq bizim sınaq şüşəmizdə natrium OH var. Day natrium yoxdur. Çünki natrium artıq suya qarşı həssasdır deyə su ilə reaksiyaya girib natrium OH-ı yaratdı. Artıq ferromeso 4-ündə natriumla reaksiyası yox, ferromeso 4-ün natrium OH-la reaksiyası baş tutacaq artıq. Çünki natrium OH-a çevrildi. Buradan da mənə gələcək ferrum OH ki, getdikcə qonorlaşan yaşılamtıl çöküntülü bir maddə və natrium 2SO4. Yəni təəssüf ki, aktiv metallar dəmiri reduksiya edə bilmədi. Məsələn, görürsünüz, sink dəmiri tək qoya bildi. Dəmiri duzundan sıxışdırıb çıxara bildi. Amma natrium çox aktivdir ona görə. Yəni, suya qarşı həssas o deməkdir ki, yəni, çox aktivdir də, reaksiya girmə qabiliyyəti yüksəkdir. O baxımdan natrium dəmiri tək halda yox, ferrum OH2 şəklində ancaq reaksiyadan alındıra biləcək, belə deyək. Yəni, tək qoya bilməyəcək dəmiri. Sən bunu soruşurdun, düzdürmü? Bəli. Aha. Demək, gedək indi 13-cü tapşırığımıza. 13. Deyir ki, Z maddəsi üçün hansı ifadələr doğrudur? Sink ümumiyyətlə sulfidlərin hamısının yanması eynidir uşaqlar. Sulfidlər yananda əmələ gəlir oksid və su. Oksid və SO2. Buradan əmələ gəlir sink oksid və YSO2. Yəni YSO2-dir. SO2 kükürt qazıdır. Sonra həmin bu X, yəni sink oksid, bunu bayaq yazmışdım reaksiyasının. Üzərinə karbon gəliblər. Buradan da əmələ gəlir, karbon reduksiya eləyir sink oksidi, sinki tək qoyur. Alınır sink plus CO. Buradakı da T qaz işarəsi qoyublar deyə, deməli TCO dəm qazıdır. Deyir, Z maddəsi üçün hansı ifadələr doğrudur? Z maddəsi də budur. Sinkdir. Çünki T əgər CO olursa, sinkdəki Z maddəsidir. Z yazaq. Aha. Z maddəsi deyir. Z maddəsi üçün hansı ifadələr doğrudur? Amfoter xassəlidir, bəli. Amfoter metallarımız hansılardır? Berilyum, alüminium, sink, qurğuşun, qalay. Bir doğru cavabdır. 2. Qatı nitratla reaksiyasından NO2 əmələ gəlir. Xeyr, biz demişdik ki, duru nitratla qatı nitratda qayda necə idi? Aktiv metallarda, az aktiv metallarda və pasiv metalların qaydası var idi. Bir dəqiqə bunu səni gəli çəkim. Aktivdə azot alınırdı. Aha, aktiv metalda N2 ilə, deməli N2 alınırdı. Aktivdə N2O alınırdı. N2, N2O, NO. Qatı nitratda isə N2O, NO, NO2. İndi bizə deyir qatı nitrat və sink. Sinkdə qatı nitratın NO əmələ gəlir. Ona görə də 2 yanlışdır. 3. Qələvlərlə reaksiyasından hidrogen əmələ gəlir. Bunu bayaq yazmışdım. Bəli, sinkin natrium OH-la reaksiyasından əmələ gəlir natrium 2, sink O2 plus H2. 3 doğru cavabdır. 1-3. C variantı doğru variant olar. Müəllim, duru nitratın parçalanması ilə N2O da əmələ gələ bilir aktivlərdə. Aktivlərdə N2-dir bu. N2 yazmışam, N2-dir. Aha. Bu N2'dir. N2, NO, N2, NO, NO2. Bayaq bilirsən niyə N2 şəklində qaldı o? Az aktivə, bayaq az aktivə yazmışdım çaşıb. Yəni bu aktiv yuxarıdadır. Az aktivdən başlamışdım yazmağa. Xəttə görə elə oldu. Olabilir ona görə. Aha. Aydındır. Bəli, bəli. Davam eləyək. Növbəti sualımız. Buyurun. Sürətli uşaqlar. 33 var məndə. 30 çəkimi var. 20 baxa bilərik müəllim. 20. Tam yazmışam, sadəcə mahir. Baxaq. 20. Demək, tərkibində sinkin kütlə payı 10% olan sink və sink oksiddən ibarət. Sink və sink oksiddən ibarət 65 qram qarışıq var. Bu qarışığın natrium OH-la reaksiyasından neçə litr hidrogen alınır? Sinkin natrium OH-la reaksiyasından alınır. Natrium 2, sink O2, H2 əmsallaşdırırıq. Eyni şeydə natrium OH-la reaksiyadan sink oksidin natrium OH-la reaksiyasından alınır, lakin burada su əmələ gəlir.
Əmsallaşma da eynidir gördüğünüz kimi. Tərkibində sinkin kütlə payı 10%dir. 65-in 10%i sinkin öhdəsinə düşür. Bu da eləyir 6,5 qram sink. Yəni sink burada 6,5 qramdır. Bizdən ancaq hidrogeni istəyir. Yəni bizdən sink oksidlə bağlı heç nə istəmir. İstəsəydi 65-dən 6,5 çıxır, sink oksidin üzərinə yazardım. Məsələn, suyu falan istəsəydi tapardım. Amma bizdən ancaq sinkin özü ilə bağlı olan bir tapşırıq verib, yəni hidrogeni istəyir. Mən də bilirəm ki, sink 65-də, 65-ə də 22,4-dür. O da eləyəcək 2,24-ə. B variantı doğru variant. Sonra buyurun. 33'e kadar var sualınız. 27'ye baxa bilərik müəllimə. 27. Yirmi yedi. Deyir ferromol və ferrum 2 ölçüdən ibarət qarışığın 40 qramına artıqlaması ilə götürülmüş natrium AH ilə təsir etdikdə. Biz bilirik ki, ferrum oksid əsasi oksiddir. Bunu buradan yazmayaq, üstünə birdən rəqəm yazaram. Deməli, ferrum 2 oksid, dəmir 2 oksid əsasi oksiddir. Dəmir 2OH, yəni dəmir 3 oksid isə amfoter oksiddir. Yəni, belə deyək, əsasi oksidlə əsas reaksiya getməsi mümkün deyil. Yəni biz bunu bilirik. Əsasi oksidlə əsas reaksiya getməz. Amma amfoter oksidlə əsas reaksiya gedə bilər. Buradan alınır natrium ferrum O2 plus H2O. Yəni reaksiya getməsi mümkündür. Çünki bu amfoterdir, bu da əsasdır. Deyir, indi təsir etdikdə qarışığın kütləsi 24 qram azalır. 24 qram azalma reaksiya girən maddəyə görədir. Natrium AH-dan hansı getdi reaksiyaya? Təsəvvürün 40 qram maddə götürmüşəm dəmir 2 oksiddən ferrum 2 OH. Natrium AH gələndən sonra qarışığımda bir azalma müşahidə olundu. Əgər heç bir reaksiya getməsəydi 40 qram ilə qarışığım qalacaqdı. Amma 24 qram azalma o deməkdir ki, natrium OH maddələrdən birini aldı, apardı özü ilə. Yəni reaksiyaya girdi həmin maddə ilə. Həmin maddə də kimdir? Ferrum 2 OH-dur da reaksiyaya girən odur. Deməli 24 qram ferrum 2 OH-un kütləsidir. İlkin qarışıqda dəmir 2 oksidin kütlə payını istəyir. Bizdən dəmir 2 oksid budur. Dəmir 2 valentlidir burada. Bizdən onun kütlə payını istəyir. Biz 40-dan çıxarıq 24-ü. Taparıq 16 qram. Deməli burada dəmir 2 oksid var. 16-nı da bölək omegasını istəyir. Çünki ferrum onun. O da bərabərdir. Ferrum onu bölürük ümumiyə. Vururuq 100-ə. O da eləyər 40%. C variantı doğru variant. Aydındır. Aydınsa növbəti sualınız. 33-ə qədər sualınız varsa, buyurun. Yoxdursa 33-ə baxıram. 33. Demək, deyir ki, Z maddəsi üçün hansı ifadələr doğrudur? Deməli, biz burada birinci reaksiyaları yazmalıyıq. Dəmir su ilə orta aktiv metal olduğuna görə oksid və hidrogen əmələ gətirəcək, amma dəmirin 3 dənə oksidi var. Dəmir 2 oksid, dəmir 3 oksid. Bir də ferrum 3 odur. Bu qarışıq oksiddir. Ferrum O əsasidir. Ferrum 2 OH amfoterdir. Bu da qarışıqdır. Dəmirin su ilə reaksiyasından uşaqlar qarışıq oksid əmələ gəlir. Yadınızda qalsın. Yəni ferrum 3 O4 əmələ gəlir. Deməli X maddəsi budur. Ferrum 3 O4-ün də turşu ilə reaksiyasından bayaq da müəllim sizə dedi ki, ferrum 3 O4 qarışıq oksid olduğuna görə o 2 dənə duz yaradacaq. Məsələn, duru H-xlorla da bayaq mən H-xlorla yazmışdım. İndi duru sulfatla veriblər. Yəni bilin ki, bilirsiniz niyə görə 2 dənə duz yaranır? Ferrum 3 O4-ün tərkibində 2 dənə oksid var ona görə. Yəni bu niyə qarışıq oksid sayılır? Çünki tərkibində 2 dənə oksidi daşıyır. Ferrum O ilə ferrum 2 OH-un qarışığıdır ferrum 3 O4. Ona görə də dəmir ferrum onun içində 2 valentlidir. Ferrum 2 OH-un içərisində isə 3 valentlidir. Ona görə 2 dənə duz yaradır. Duzun birində dəmir 2 olur, birində 3 olur. Məsələn, bayaq ferrumun H-xlorla reaksiyasından ferrum 3 O4-ün H-xlorla reaksiyasından. Ferrum xlor 2-dən ferrum xlor 3 aldım. Fikir verirsiniz, dəmir orada birində 2 valentlidir, birində 3. Burada da elə olacaq. Dəmirin 3 valentli sulfatla olan duz alınacaq birində. O birisində dəmirin 2 valentli sulfat metalından, yəni 2 valentli olmalıdır. SO4-lü birləşməsi əmələ gələcək. Bir də su.
İndi bunlar aşağıdan nəyi çıxardıblar? 3 valentli ilə suyu çıxardıblar. Deməli, Y maddəsi budur. Ferrum SO4-dür. Onu çıxartmayıblar, onu burada saxlayıblar. Aha, ferrum SO4-ün indi natrium OH-la reaksiyasını yazıram. Duzla əsasın reaksiyası da hər ikisi suda həll olan olmalıdır. Bəli, hər ikisi suda həll olandır. Alınan tərəfdə indi bir dənə çöküntü yaratmalıyıq. Görək, natrium SO4 ilə birləşəcək ferrum OH-la. Ferrum 2 valentlidir deyə yaratdığı hidroksiddə də 2 valent olacaq. 1-2 çöküntüdür bu. Və natrium 2 SO4, yəni reaksiya gedəcək. Natrium 2 SO4-ü aşağıdan çıxardıblar. Onda Z maddəsi də ferrum OH2-dir. Z maddəsi ferrum OH2. Yəni Z maddəsi üçün, ferrum OH2 üçün doğru olan ifadələr istəyir bizdən. Amfoter xassəlidir xeyir uşaqlar. Çünki dəmirin 3 valentlisi amfoterdir. 2 valentlisi yox. Burada 2 valentlidir axı ona görə. Məsələn, ferrum OH3 olsaydı, ferrum OH3 3 valentlidir axı dəmir burada. Hə, o amfoter ola bilərdi. Bir yanlış. 2. Xlorid tursla qarşılıqlı təsirdə olur təbii ki. İstənilən əsas, istər amfoter əsas olsun, istər adi əsas olsun. Bu əsasda axı OH var tərkibində. Turşularla reaksiya girər. Yəni burada istisnalıq yoxdur. Qızdırıldıqda parçalanırmı? Təbii ki, çünki suda həll olmayan əsaslar, biz oksidasaz turşuduz dərsi keçdik. Suda həll olmayan əsaslar qızdırılanda parçalanırlar bir mənalı olaraq. Burada nə mənə gəlir? Öz oksidi, hə bu 2 var, 2-dir. Öz oksidi və su. Yəni 3 də doğru cavabdır. Qələvlər parçalanmır, amma suda həll olmayanlar parçalanır. Y variantı doğru variant. Sonra 2 dənə testi var bunun. 41 Azdır dənə. deyəsən, hə? Ha, bitir Bəli, artıq 41 testləriniz. dənə. Ha, 41 dənə testi var. 41-ə qədər suallarınız. Buyurun. Yoxdur. Yoxdur. Gedək onda güvənə. Dəqiqə. Buyurun suallarınız. Xromda niyə qalmışıq? Biz hə, burada başlayırıq. Əlavə yarım qrup metalları. Buyurun uşaqlar, suallarınızı verin. Çıxardı güvənli. Bəli, eşitmədim. Dünən güvənli metal çıxardı. Bəli, bitirdik. Hamısını bitirmişik. Dünəni desən göndərməmişəm. Hər sizə kayd videosunu. Göndərərəm. Zaten indiki dərsimizdən əlaqəsi yoxdur deyə göndərməmişdim. Yəni adətən bir bölməni tam bitirməyəndə göndərirəm ki, yəni ona uyğun testləri yaza biləsiniz. Amma bu eyni suallar deyil zaten. Biri əsasdır. Əsas tam qurtardıq dünən. Amma göndərərəm. Elə bununla bir yerdə göndərərəm dərsin kaydını. Buyurun, suallarınızı verin. 2-yə baxaq. Neçə? Neçə dedim 2 var. Polad? 2. 2. 2. Aha. İkinci sual. Biraz bunu yaxınlaşdıraq istəyirsiniz. Aha. Deyir ki, xrom O, xrom 2O3 xrom O3 istiqamətində artır. Bu birincisi xrom O, xrom 2 oksid, əsasi oksiddir. Xrom 2O3 amfoter oksiddir. Xrom O3 isə turşu oksididir. Bunları bilmək lazımdır. Nə artır? Əsasilikdən turşuluğa artır. Yəni turşuluq artır, bəli. Əsasilikdən yavaş-yavaş gedir turşuluğa doğru. Əsaslıq artır, xeyr. Əsaslıq əksinə xrom O3-dən xrom O-ya doğru artır. Amma bu deyir ki, xrom O-dan xrom O3-ə nə dəyişir? Xromun oksidləşmə dərəcəsi, bəli, bu da artır. Çünki xrom O-da xrom müsbət 2-dir. Xrom 2O3-də müsbət 3-dür. Xrom O3-də isə müsbət 6-dır. Getdikcə xromun oksidləşmə dərəcəsi də artdığına görə D variantı doğru variant olar. Sonra? Müəllim, biz turşuluqdan əsaslı variantə görə dedik, yoxsa? Ümumiyyətlə, maddələrin xarakterinə görə. Bu maddə əsasi oksiddir. Bu maddə amfoter oksiddir. Bu maddə isə turşu oksididir. İndi deyir, xrom O-dan xrom 2O3, xrom O3-ə qədər getdikcə əsasildən amfoterə, oradan da turşuya gedir axı. Deyir, nə artır bu istiqamətdə? Turşuluq. Əsasidir, Bəli, çevrildi əsaslıqda turşuya da. Hə? Əsaslıqda azalır.
bu Hə, istiqamətdə. əsaslıq da azalır, bəli. Əsaslıq tam tərsinə xrom O3-dən xrom O-ya gələndə artır. Və təbii ki, yəni burada da valentlik artır eyni zamanda. Həm valentlik artır, həm də turşuluq artır. Həm də oksidləşmə dərəcəsi artır. Aha. Sonra buyurun. 4 var. 4. X metalı təbiətdə X2S şəklində yayılıb. Bilirik ki, S2 valentlidir. X də metaldırsa, bu 1 valentli olacaq. Yəni bilirik ki, kükürt metallarla birləşəndə 2 valent göstərir ona görə. Deyir, X-i müəyyən edin. Demək, aha, Ha. aydın məsələdir. Demək, burada cavabımız misdir. Natrium ola bilməz. Niyə? Çünki natrium 2S deyilən, yəni natriumun təbii birləşmələrini mən dünən əsas yarım qrup metallarının PDF-ində sizə göndərmişəm. Heç natriumun içində natriumun kükürtlə bağlı belə bir birləşməsi var? Yoxdur. Amma ferrumun var. Dəmirin var idi. Dəmirin var. Sadəcə olaraq dəmirdə ferrum S2-dir. Yəni piritin formulu belə olur. Day ferrum 2S şəklində olmur. Gör bu nə deyir? Deyir X2S olsun. Yəni kuprum 2S məsələn ola bilər, bəli. Burada cavab A variantıdır. Yalnız bir, bunlar deyil cavab. Kuprum 2S bilirsiniz ki, misin kükürtlü birləşməsidir, mis parıltısıdır. PDF-də baxarsınız, mis parıltısının formuludur. Yəni təbiətdə mis parıltısı şəklində yayılmışdır. Təbiətdə bu arada mis həm sərbəstdir uşaqlar, külçələr şəklində yayılıb, həm də birləşmələr şəklində yayılıb. Yəni həm sərbəst halda var, həm də birləşmə şəklində mövcuddur mis. Aha, sonra? Buyurun. 19. 19'a kimi var? 19. Niyə bəzi uşaqların səsi çıxmır? 19. Deyir, hansı reaksiya getmir? Aydın məsələdir. D variantı getməyəcək. Niyə? Çünki belə deyək də, metalların gərginliyi sırasında maqnezium, alüminium, sink. Bunlar bu sırayla düzülüblər. Yəni maqnezium alüminiumu çıxara bilir, alüminium da sinki çıxara bilir. Amma sink alüminiumu çıxara bilməz. Yəni sağda, axırdakı qabaqdakını çıxara bilməz. Gəlin o birisilərlə də nə alınır onu da yazım. Sink orta aktiv metaldır. Həm duru nitrat, həm qatı nitratla reaksiya girə bilər. Duru nitratla N2O, NO əmələ gətirir. Sink su ilə reaksiya gedə bilər. Dediyi orta aktiv metallar su ilə reaksiya girib oksid yaradırlar. Orta aktiv metallarla qatı sulfatla reaksiya daxil olur. Alınır sink SO4. Sink SO4. SO2 və su. Bu arada yaxşı ki sulfat turşusunu gördüm. Sulfatın qatısı ilə sink 3 cür maddə əmələ gətirir temperaturdan asılı olaraq. SO2 də əmələ gətirir, S də əmələ gətirir, H2S də əmələ gətirir. Amma mən SO2-ni yazdım çünki çox zaman SO2 yarada bilir. Çünki orta aktiv metaldır. Sink dedi ki alüminium xlorürdən alüminiumu çıxara bilməyəcək. Bu reaksiya getməyəcək. Sink S ilə də sink S əmələ gətirəcək. D variantı getməz. Sonra? Buyurun. 23 var. 23. Demək, X H-xlor ilə duz əmələ gətirir. Y natrium H ilə duz əmələ gətirir. Uyğunluğu müəyyən edin. Aydındır. Burada xromun oksidləşmə valentliyinə əsasən onların yaratdığı oksidlərlə bağlı olan bir sualdır uşaqlar. Demək, xromun oksidləridir gördüyümüz kimi. Bayaq da müəllim dedi ki, xrom O əsasi oksiddir. Xrom 2O3 amfoterdir. Xrom O3 isə turşu oksididir. Buna görə biz H-xlorla duz əmələ gətirə bilirsə, H-xlorla duz əmələ gətirə bilir. Yaxşı, qoy əmələ gətirə bilmir deyim. Duz əmələ gətirə bilmir turşu oksidi. Yəni turşu ilə reaksiya getməz qanununa görə, qaydamıza görə. Ona görə H-xlorla duz əmələ gətirə bilirsə, bu əsasi oksiddir, xromo ola bilər. Bir də amfoter ola bilər. X. X bir də deyirəm, nə ola bilməz? Ola bilməz. Xrom O3 ola bilməz. Amma 1, 2, 3 cavabların üçü də uyğundur. Hələ ki X-a hamısı uyğun gəlir. Bax, X xrom O-la da gedə bilər, xrom 2O3 ilə də gedə bilər. Çünki xrom 2O3 amfoterdir. Bundan da gedə bilər. Gəldik Y-ə. Y deyir natrium H-la duz əmələ gətirir.
Aha, indi gəldik bura. Xrom 2O3 və xrom O və xrom O3. Diqqətlə baxsaq, natrium H özü əsasdır. Əsas olduğuna görə də bunu da sol tərəfdən yazıram. İstəmirəm ki, bunun üzərinə H xlor yazım, qarışmasın. Burada natrium H yazaq. Demək yenə xrom O əsasi, xrom 2O3 amfoter, xrom O3 də turş oksididir. Müəllim, Natrium H da əsasdır axı, bəli. turşu oksidlər turşularla reaksiyaya gedə bilirdi. Xeyr, xeyr, xeyr. Yalnız silisium O2-dir ki, taş florla gedir, başqa heç nə. Silisium O2 yeganə turş oksididir ki, turşularla reaksiyaya gedir. Özü bütün turşularla da yox ha. Ancaq H florla. Bu istisnalıq təşkil edir. Heç bir turş oksidi turşu ilə getməz. Onu bir də düzgün cavab olacaq. Necə, Mələk? Üstəgəl qoymuşdu, ona görə bir İndi də o səbirli ol, səbirli ol. Üstəgəl nəyə görə qoymuşam? Üstəgəl X maddəsi H xlor bu 3 oksidlə gedə bilər. Yəni X birinci də ola bilər, ikinci də ola bilər, üçüncü də ola bilər. Gedirəm Y-ə. Y də amma mənə deyir ki, Y natrium H-la duz əmələ gətirsin. Y-də natrium H da əsasdır. Əsasda əsasi oksidlə reaksiya getmir. Bax, qırmızı ilə dairəliklərindən gedir natrium H. Bax, sağ tərəfdə H xlora görürsən, qırmızı ilə dairə elədiklərim xrom O-la, xrom 2O3 ilə H xlor gedər. Amma xrom O3 ilə getməz. Üstünə xətt çəkdim. Çünki turş oksididir. Turş oksid turşu ilə getməz. Amma Y natrium H-dır da deyir. Y natrium H-la reaksiya getməlidir. Bu Y görə kim ola bilər? Y ya xrom 2O3-dür, ya da xrom O3-dür. Niyə? Çünki xrom O əsasi oksiddir. Əsasi oksid əsasından getməz. İndi Y-ə baxaq. Y xrom 2O3 ola bilər. Amma xrom O ola bilməz. Xrom O3 ola bilər. İndi hansı variantlar doğru gəldi? Birinci, hər ikisini müsbət yazmışam. Deməli, 1 doğrudur. 2-də X-a müsbət yazmışam, Y-ə mənfi. Y körladı işlərdi. 2 yanlış cavabdır. 3 doğrudur. Hər ikisini müsbət yazmışam. Çünki gedə bilər reaksiyaya. Yəni, xrom 2O3 amfoterdir deyə H xlorla gedər. Xrom O3 də turş oksidi deyə natrium H-la gedər. Cavab 1-3 olacaq. Y variantı. Yəni, çox sadə bir sualdır bu arada bu sual. Yəni, xromun oksidləri ilə bağlı olan bir sualdır. Aha, Nasıl? buyurun. Buyurun. Cəld olun uşaqlar biraz. Çünki video kayda 33 gedir. mü? Bəli. 33. 33-ə kimi var? 33-ə baxıram onda. Burada reaksiya yazmalı olacağım deyə biraz bunu götürüm. Aha. Deyir ki, hansı reaksiyanın eyni oksid əmələ gəlir ki, bütün reaksiyalarımızı yazaq. Yanında yeri yoxdur deyə ayrıca buradan yazıram. Suda həll olmayan əsaslar parçalanır, əmələ gəlir oksid və su. Yenə ferrum OH, o da suda həll olmayan əsasdır. O da parçalanacaq öz oksidinə. Dəmir burada 3 valentlidir deyə 3 valentli oksidi və su. Dəmir orta aktiv metaldır, amma su ilə reaksiyasından qarşı oksid əmələ gələcək. Bayaq demişdim. Əzbərləyin onu. Və hidrogen. Dördüncüdə isə piritin yanma reaksiyasıdır. Ümumiyyətlə sulfidlər yananda əmələ gəlir oksid və SO2. Hansından eyni oksid əmələ gəldi? 2 ilə 4-dən gördüyünüz kimi. Ferrum 2O3 əmələ gəldi ikisindən də. 2, 4. B variantı doğru variant. Sonra. Buyurun. 49 var. 49'da kimi var? Aha, 49. Yoxdursa 49'a baxıram. 49-cu sual belə görürəm ki, demək, səhv eləmirəm, elektroliz dərsi idi də, bəli, elektroliz, hidroliz, dissosiasiya bölməsində mən bunları sizə izah eləmişəm. Demək, metalların gərginliyi sırasında aktiv metaldan pasivə doğru getdikcə aktiv, az aktiv, pasivə doğru getdikcə, yəni bu istiqamətdə oksidləşdiricilik artır uşaqlar. Yəni, sizə desələr ki, natriumun oksidləşdiriciliyi çoxdur, yoxsa misin? Deyəcəksiniz, misin oksidləşdiriciliyi daha çoxdur. İndi burada diqqət olacağı bir məqam var ki, burada X, Y, Z ilə verib olsun. Əsas ki, siz qaydamızı bilirsiniz.
Yəni qaydaya əsasən biz artıq yaza biləcəyik. Deyir ki, bu iyonların oksidləşdirici qabiliyyətlərini müqayisə edin. Nə baş verib? X Y-i çıxara bilib. Görürsüz? X Y-lə reaksiya girib alınıb Y2 müsbət, yəni çıxara bilib də, daha doğrusu Y X-i çıxara bilib. Y X-i çıxara bilir. Burada yüklü olanlar bu Y bəsit maddədir, yük deyil. Yükü yoxdur bunun. Deməli bəsit maddə budur. Bu gəlir bunu duzundan çıxartmağa. Bu məsələn deyirəm. Y olsun maqnezium, X2 müsbət də olsun sink 2 müsbət. Sink 2 müsbət yüklüdür deyə, yəni bu sink SO4 məsələn ola bilər. Bilirsiniz ki, duzun içində bunu dissosiasiya eləyəndə bu sinklə SO4 bir-birindən ayrılır. Sink 2 müsbət, SO4 2 mənfiyə ayrılır deyə duzun içindəkini yüklü göstərirlər həmişə belə testlərdə. Amma bu bəsit maddədir. Görürsüz, bəsit maddənin üstündə yük yoxdur. Elə bəsit maddə gəlir də duzdan digər metalı çıxartmağa. Aydın oldu? Məsələn, burada maqnezium sinkdən qabaqdadır deyə maqnezium SO4 plus sink yaza bilirəm. Yəni metalların gərginliyi sırasında bəsit maddə yüksüz olandır. Digər metal isə yükü olan isə digər metaldır ki, hansı ki bəsit maddə onu gəlib çıxartmaq istəyir. İndi birinci reaksiyadan görürəm ki, Y gəlir X-i çıxartmağa və çıxarda bilir. Deməli, Y X-dan qabaqdadır. Düzdürmü? Y X-dan qabaqdadır uşaqlar. Sonra aşağıda yenə bəsit maddəyə baxırsınız. Yükü olmayan bəsit maddədir. Z gəlir Y-i çıxarmağa və çıxara bilir. Onda Z Y-dən qabaqdadır. Çünki Z Y-i çıxara bilirsə, Z Y-dən qabaqdadır. Onu deməli, bunlar belə düzülüblər. Oksidləşdiricilik qabiliyyətlərini düzəldəcək. Yəni, bunlar metalların gərginliyi sırasında bu istiqamətdə düzülüblər, soldan sağa. Müəllim də bayaq sizə dedi ki, soldan sağa gedəndə aktivdən passivə doğru oksidləşdiricilik artır. Deməli, burada ən çox oksidləşdiricilik X-dadır. X böyükdür Y-dən, o da böyükdür Z-dən. C variantı doğru variant olar. Aydındır? Bəli, aydındır. Aha. Bir dənə burada diqqət olunası məqam hansını çıxarır odur. Yenə də deyirəm, üstündə yükü olmayan bəsit maddədir və o gəlir o yüklü olan maddəni duzundan çıxartmağa. Yüklü olan isə duzun içindədir ki, yüklə göstəriblər onu. Müəllim, Aha, bəs bəli, olur onda. bəli. Bəslərin yükü olmur. Xeyr, bəsit maddənin yükü olmur ki. Yükü sıfırdır bəsit maddələrin. Neytral da olar. Hı -hı. Davam edək. Buyurun. 51 var. 51. Mən Ki, bu qaçara nə 50 baxıyorum. 51 sonra hə tamam 51-ə baxaq sonra mələk deyənə baxarıq. 51. Bir hansı duzun artıq miqdarda götürülmüş qələvi məhlul ilə reaksiyasından çöküntü alınma. Çox qəşəng bir sualdır bu sual. Burada bir önəmli olan məqam nədir? Burada artıq miqdarda sözü var. İndi deyəcəm o nə demək istəyir. Demək, kuprum xlor 2, bir dəqiqə baxım, dəmir cavab Y variantıdır uşaqlar. Niyə Y variantıdır? Çünki alüminium var orada. Alüminium amfoter metaldır. Belə testlərdə diqqətli olun. Deyir, məsələn, baxın, kuprum xlor 2-nin qələvi ilə reaksiyasına baxaq. Gəlin baxaq, A variantını yoxlayıram. Niyə A variantı deyil cavab? Kuprum xlor 2-nin üzərinə gəldim, qələvi, natrium H gəldim məsələn. Biz də bilirik ki, duzla əsasın reaksiyasında şərt nədir? Hər ikisi üstə həll olan olmalıdır. Alınan tərəfdə heç olmasa biri çöküntü olunmalıdır. Bəli, kuprum H2 çöküntüdür. Natrium xlor əmələ gəlir bir də. Bu reaksiya gedər. Amma natrium OH-ı artıq miqdarda götürsəm, artıq miqdar bilirsiniz nə deməkdir? Natrium OH-ı normal götürəndə kuprum xlor 2 ilə reaksiya gedir, alınır bu maddələr. Amma artıq miqdarda götürmə o deməkdir ki, hələ də qabda natrium OH qalıb. Deyir, hansı maddənin, hansı duzun artıq miqdarda götürülmüş qələvi ilə reaksiyasından çöküntü alınmaz. Mən natrium OH-ı artıq miqdarda götürsəm A variantının reaksiyasına görə, burada çöküntülü olduğu kimi qalacaq. Çünki kuprum OH2 təzədən öz natrium OH-la reaksiya gedə bilmir axı. Natrium OH-la ancaq kimlər gedə bilir? Amfoter hidroksidlər gedə bilir. Natrium OH-la qoydum qabın içində, artıq miqdarda qoymuşam. Heç bir prosesdə baş verməyəcək. Elə kuprum OH2 öz yolunda da qalacaq. Çünki kuprum OH2 natrium OH-la təzədən reaksiya gedə biləcək bir maddə deyil. Ona görə A deyil. B variantında da eyni şey. Xrom SO4 plus natrium OH. Yenə
Xrom, özü də burada xrom 2 valentlidir. İndi bir şey deyəcəm sizə burada. Xrom 2 SO4, xrom 2 sulfat. Xrom SO4 ilə natrium OH yenə hər ikisi suda həll olandı. Alınan tərəfdə bir çöküntü olmalıdır. Bəli, xrom OH2 sarı rəngli çöküntüdür uşaqlar bu maddə. Xrom OH2 və natrium 2 SO4. Hə, alındı xrom OH2 çöküntüdür. Amma artıq miqdarda natrium OH, yəni natrium OH-ı biraz da çox götürsəm, qabdakı natrium OH-la yenə xrom OH2 reaksiya getməyəcək deyə, burada da xrom OH2-də bir dəyişiklik baş verməyəcək. Amma xromun 3 valentlisi olsaydı gedərdi ha uşaqlar. Çünki xromun bilirsiniz ki 2 valentlisi əsasi oksid yaradır. Amma xrom əsasi oksid eyni zamanda əsasi hidroksid. Yəni 2 valentlilərdə problem yoxdur. Amma xromun 3 valentlisi, dəmirin 3 valentlisi və bunlar amfoter hidroksidlər yaradırlar. Çünki bunlar amfoter oksid yaradırlar eyni zamanda. Onların oksidləri də eyni zamanda hidroksidləri də amfoterdir. Bax burada 3 valentli olsaydı cavabı götürərdim ha, düzgün cavab kimi. Çünki 3 valentli amfoterdir axı. Amfoter təzədən qələvi ilə reaksiya girə biləcək. Oradan əmələ gələcək duz və su. Yəni çöküntü həll olacaq natrium OH-da. Da çöküntü alınmayacaqdır. Orada B variantında sırf xrom 2 valentlidir deyə götürmədim. C variantı. Yenə manqan. Manganın, burada mangan 2 valentlidir. Manganın 4 valentlisi amfoterdir uşaqlar. 4 valentlisi. Burada da 2 valentlidir mangan. 2 valentlisi əsasi oksiddir, baxın. Manganın 2 valentlisi əsasi oksiddir. Fikir verirsiniz. Hara getsəz də oksid əsas turşuduz dərsə sizin arxanızca gəlir. Qeyri-üzvə kimyadan danışıram. Sütunudur. O qeyri-üzvə kimyanın sütunudur oksid əsas turşuduz bölməsi. Ona görə də o bölmənin PDF-ini də o qədər gözəl yazmışam ki uşaqlar. O qədər dərin yazmışam ki, yəni hər şey var da orada. Mənim bugün hal-hazırda izah elədiklərimin hamısı orada var. Yəni heç nəyi əsirgəməmişəm sizdən. Sadəcə sizə qalır onları oxumaq, onları öyrənmək, bilmədiyinizi soruşmaq. Yenə deyirəm, açıq-aydın yazmışam, amma yenə də ola bilər də hər uşağın o potensialı eyni deyil. Yenə də soruşa bilərsiniz, əlavə suallar cavablandıraram. Bax, orada da mən qeyd eləmişəm ki, mangan 2 oksid əsasi oksiddir. Mangan 4 oksid isə amfoter oksiddir. Yəni bunu nəyə görə deyirik? Mangan 2 o əsasi oksiddirsə, mangan o daha doğrusu əsasi oksiddirsə, deməli onun hidroksidi də əsasi xarakterli olacaq. Bax, indi C variantında da bir dəyişiklik baş verməyəcək. Niyə? Çünki burada natrium OH-la reaksiya gedəndə oradan alınacaq mangan OH2, bu da amfoter əsas deyil. Yəni natrium OH-ın artığı ilə bunu da bir dəyişiklik baş verməyəcək. Natrium OH-la mangan OH2-ni yanaşı qoyun, olduğu kimi hər şey qalacaq. Yəni burada reaksiya getməyəcək, çöküntü olduğu kimi qalacaq. Bu da deyil cavab. D variantında da fikir verirsiniz, dəmir burada 2 valentlidir. Amma dəmirin 3 valentlisi olsaydı gedərdi. Burada da bir dəyişiklik baş verməyəcək. Ferromen OH-dən 2 dəfə plus natrium OH. Buradan əmələ gələcək adi əsas, yəni amfoter əsas yox, cüvə çöküntü şəklində alınacaq, plus natrium nitrat. Yenə natrium OH-ın artığı qabda qalsa, ferromen OH2-yə bir təsiri yoxdur. Amma Y variantına baxın. Y variantında dediyi bütün xarakteristika ödənilir. Alüminium 2 SO4-dən 3 dəfə plus natrium OH. Aha, alüminium yəni suda həll olan duzdur, bu da suda həll olan əsasdır. Reaksiya gedəcək, alınacaq alüminium OH3 çöküntüdür, hər meşəyə bənzər çöküntüdür. Plus natrium 2 SO4. Deməli, alındı mı çöküntü və natrium sulfat. İşte deyir, birdən natrium OH-ın artığı olsa qabda bir dəyişiklik olar mı? Bəli. Alüminium OH3 amfoterdir. Avtomatik alüminium OH3 natrium OH-dan təzədən reaksiyaya girəcək. Özü çöküntü idi. Amma natrium OH-la reaksiya getdiyi zaman əmələ gələcək natrium alüminium O2, yəni natrium metaluminat duzu və su. Və bilirsiniz ki, natriumun da bütün duzları suda həll olandı. Çöküntü çevrildi suda həll olan bir duza. Nəticə etibarilə çöküntü alındı, qabda çöküntü var? Yox. Bayaq alınmışdı çöküntü. Natrium OH-la reaksiya gedəndə alınmışdı. Amma natrium OH-ı artıq miqdarda götürdüyüm zaman həmin o qabda olan natrium OH-la təzələnən alüminium OH3-la reaksiya gedir çöküntü ilə və çöküntüsüz bir maddə əmələ gətirir. Yəni, dediyi bütün şərti ödədik. Çöküntü alınmır, yəni bu tipli testlərdə bilin ki, sizdən istədiyi şey budur. Əmələ gələn maddə təzədən amfoter olub qələvi ilə reaksiya gedə biləcəksə, burada çöküntü alınmayacaq. Amma getməyəcəksə alınacaq. Burada da D variantında dəmir 2 valentli olmasaydı, 3 valentli olsaydı onu da götürərdim. B-də xrom 3 valentli olsaydı onu da götürərdim. C-də mangan 4 valentli olsaydı onu da götürərdim. Amma indi Y variantı doğru variantdır. Aydındır? Yəni qəşəng sual idi, yəni. Sambalı sual idi. Sonra sual. Müəllim, məsələn deyirdi, məsələn,
Məhlula dəmir əlavə edirlər, kütlə Lövhənin artır. kütləsi. Aha, bəli, bəli. Orada Bəli. biz artır deyirsə, artan məsələn qram verib də məsələn 41. Orada Aha. alma maddəyə baxaq da, 41-ci yəni sual. 41-ci aha. sual. Aha. Sən sualı ver, onun üstündə göstərim sənə. Aşağı 41 hansıdır? yox, kuprom S yazılıb, yox, SO4 o. Bir dəqiqə biləcəm. 43 budur. 42, 41. Aha, gördüm. Ah, ay, deməli. Ümumiyyətlə, lövhə məsələlərinin qaydası eyni cürdür, uşaqlar. Demək, məsələn deyirəm. İndi burada deyir, kuprum SO4 məhluluna salınmış dəmir lövhə. Deməli, dəmir lövhədir. SO4 məhluluna saldım, gözlədim. Gözləyəndə görürəm ki, buradan əmələ gələn dəmir kuprumu çıxardır axı duzundan. Buradan əmələ gəlir ferrum SO4 və mis. Alınan mis dəmirin üzərində toplanır deyə lövhənin kütləsi artır. Lövhə də belə bir dəmiri bu formada lövhə şəklində salıblar kuprum SO4-ün içərisinə. Oradan da mis çıxır axı, mis də metaldır. Gedəcəyi yeri yoxdur axı, oturur nəyin üstündə, lövhənin üstündə. Çökür lövhənin üstünə. Qabın dibinə yox, lövhənin üstünə çökür. Lövhəni çıxardığından sonra görürəm ki, lövhə ağırlaşıb. Ağırlaşmasına səbəb elə odur. Misin dəmirin üzərində toplanması, lövhənin üzərində toplanması. Bu testləri necə həll edirik? Tim testlərində izah eləmişəm sizə. Bu testləri nətər həll edirik? Birinci baxırsınız öz gördüyünüzə. Siz dəmiri nə qədər görürsünüz? 56. Bəs çıxan misi nə qədər görürsünüz? 64. Hal-hazırda mənim reaksiyama görə artım var. Var. 56-dan 64-ə gedəndə görün nə qədər artımımız var. 54-dən 64-dən 56 çıxanda eləyir 8 qram. Düzdür? Elə mənim gördüyüm neçə qramdır? Mən özüm 8 qram artım görürəm. 8 qram artım olanda bizdə nə istəyir? Mis istəyir. Yəni nə qədər mis alınıb onu istəyir. Neçə qram mis əmələ gəlib? 64 qram mis əmələ gəlib. Bəs kitabın verdiyində nə qədər olar? Kitabın verdiyi də elə təsadüfən mənim 8 qramımla eynidir. Və 8 qram artım olanda nə qədər olacaq? Yəni elə 64. Məsələn, tutalım 8-in yerinə başqa rəqəm verəydilər. Məsələn, 16 verəydilər. 16 qramda da 2 dəfə artıq. Yəni bilin ki, birinci öz gördüyünüzdür, sonra onların verdiyidir. Yenə də deyirəm, bu tipli testlərdə artımla işləyin. Artım qaydası ilə işləyin. Kuprum reduksiya olunar o deməkdir ki, reduksiya olunar sözünə də bir açıqlama verim. Reduksiya olunar, yəni nə qədər mis əmələ gələr. Niyə prosta reduksiya olunar yazıblar? Reduksiya prosesi nədir? Element oksidləşdirici olur da orada. Məsələn, mislə baxın, müsbət 2-dən düşüm 0-a. Göstərdə doxunda azalıb oksidləşdiricidir. Yəni reduksiya olunar da deyə bilirlər. Reduksiya mis əmələ gəlir də deyə bilər. Sinonimdir. İkisi də bir-birinə sinonim cümlələrdir. Müəllim, Yəni özünüzü itirməyin. Aha. Bəli. kuprom məsələn reduksiya proses reduksiyadır da burada. Bəli, reduksiya olunar o deməkdir ki, mis reduksiya prosesi gedib burada. Misin müsbət 2-dən 0-a qədər gəlməsi reduksiya prosesidir. Ümumiyyətlə bu oksidləşmə reduksiya reaksiyasıdır ümumiyyətlə. Dəmir burada 0-dan gedib müsbət 2-yə artıb olub reduksiya edici proses olub oksidləşmə. Misdəki isə reduksiya. Ona görə də buna oksidləşmə və reduksiya reaksiyası deyilir. Burada mislər reduksiya olunur deyirik də, oksidləşir deyə demirik. Xeyr. Mis reduksiya olunur axı. Mis çünki müsbət 2-dən 0-a qədər gəlir, olur oksidləşdirici. Oksidləşdirici element reduksiya olunur həmişə, tam tərsi. Amma reduksiya edici element oksidləşir. Burada dəmir oksidləşir amma. Məsələn, burada dəmiri sorursaydılar, deyəcəklər neçə qram dəmir oksidləşir. Aydındır? Məsələn, dəmirlə bağlı sualı versəydilər, dəmirlə də bağlı verə bilərdilər bunu. Onda da yazacaq edim 8 qram artım olanda 56 qram dəmir reaksiya girirsə və yaxud da 56 qram dəmir oksidləşirsə, bəs kitabda verdiyinə nə qədər olacaq x? O şəkildə də verə bilərdilər sualı. Yəni burada həm dəmiri, həm də misi soruşa bilərlər sizdən. Aydındır? Aydındırsa növbəti sualınızı keçin ala. Buyurun. 54 var. 54. 54 də mənim bayaq şübhələn elə baxdığım testdəndir. Testin görünüşünün artıq bunu deyir bizə. X hansı duzlar ola bilər? Konkret olaraq 1-dən 3-dür cavab. Niyə 1-dən 3-dür? Alüminium amfoterdir, sink amfoterdir. 100% onunla bağlı bir testdir. Bayaq bir test var idi. Artıq miqdarda natrium OH-dan çöküntü alınması. Bax, həmin sualdır deyir. X duzunun, həmin X duzu da bunlardan kimdir deyir, hansıdır onu soruşur.
Suda məhuluna kalium hidroksidi ilə təsir etdikdə alınan əsasın mol sayının əlavə olunan kalium hidroksidin kütləsindən asılı qrafiki verilmişdir. Əgər bu qrafik uşaqlar belə olsaydı, burada dayansaydı, demək təzədən azalmasaydı, burada təzədən azalıb da, qoy bunu belə yazaq. Bunu məncə ağ qələmlə düzəldə bilərəm. Ağardıcı ilə ağardıram uşaqlar. Bir dənə gözləyin. Ağardıcımı buradan. Oy, ağardıcım oldu. Vəbşi tapa bilməyəcəm. Ağardadı, hə. Ağardıcı ilə ağartdım buranı. Gördüyünüz kimi. Aha. Və qrafikin belə olsaydı uşaqlar, onda belə deyək, mənim cavablarımın hamısı düzgün cavablar idi. 1, 2, 3, 4 hamısı doğru cavab idi. Çünki natrium OH-la hər biri reaksiyaya gedə bilir. Niyə gedə bilir? Çünki alüminium xlor3-lə natrium OH reaksiyaya gedəndə alüminium OH çöküntüdür, alınan tərəfdə çöküntü olur. Maqnezium xlor2 ilə də natrium OH-ın, kalium OH-ın reaksiyasında alınan tərəfdə maqnezium OH əmələ gəlir, çöküntü olur. Dördüncüdə də ferrum OH çökülən hamısı ilə düzgün cavab olacaqdı bütün variantlarım. Amma burada indi mən problem siz nədir? Bu ağardıcını götürdüm. Dəqiqə. Aha. Ağda deyə görürəm ekranda. Hə. Всё. Demək. Amma burada çöküntü bu şəkildədir. Yəni kalium OH-la reaksiya getdi. Kalium OH var müəyyən qədər. Alınan əsasda, yəni alınan əsas alınır, artır. Sonra təzədən alınan əsas azalır. Alınan əsasın azalmasının səbəbi nədir? Alüminium xlor3-ün kalium OH-la reaksiyasından əmələ gəlir alüminium OH3. Alındı mı alüminium OH3? Alındı. Bax, bu qrafikin bu hissəsidir. Artdı qrafiki. Bu onu qırmızı ilə göstərim. Baxın, alüminium OH3 artdı, alındı. Deməli, qrafikimdə bu artır. Alüminium OH getdikcə artır. Amma təzədən burada sizə deyir axı, əlavə olunan kalium hidroksidin kütləsi. Yəni, təzədəndən kalium hidroksid əlavə olunub bunun üzərinə. Təzədəndən kalium hidroksid əlavə olunubsa, alüminium OH3 də dedik axı amfoterdir. Amfoter olduğuna görə təzədən qələvi ilə reaksiyaya gedəcək və buradan əmələ gələcək kalium, alüminium, O2 və su. Və alüminium OH üçün çöküntüsü bayaq əmələ gəlmişdi. İndi kalium OH-la təzədən reaksiya getdi. Anda o da sıfıra kimi düşəcək axı. Təzədən alüminium OH yoxa çıxdı. Əmələ gəldi başqa maddələr. Bax, görürsünüz, sıfıra kimi düşdü. Bu yalnız amfoterlərdə, amfoterlər yalnız qələvi ilə reaksiyaya girib çöküntü yoxa çıxa bilər. Digər maddələr bunu eləyə bilməz. Ona görə qrafikin formasından mən bildim ki, bu bayaq bizim yazdığımız testdəndir. Çöküntü alınır, sonra yoxa çıxır. 1 ilə 3. Sinkdə də belə bir şey olacaq. Çünki sinkdə amfoterdir uşaqlar. Gəlin hamısının reaksiyasını yazaq. Sink xlor2 plus kalium OH alınır. Sink OH2 çöküntü, ağ rəngli çöküntü və kalium xlor. Yenə kalium OH-ın artığında sink OH2 həll olacaq. Kalium OH-la reaksiya gedəcək. Alınacaq kalium 2 sink O2 plus su. Ona görə 1 ilə 3 doğru cavabdır. Bəs niyə görə 2 ilə 4 doğru cavab deyil? Çünki magnezium xlor2-nin kalium OH-la reaksiyasından alınacaq magnezium OH2 çöküntü plus kalium xlor. Magnezium OH2 kalium OH-ın artığında da təzədən həll olası deyil. Çünki bu amfoter deyil ona görə. Magnezium OH2 də bu burada qalacaq. Baxın, yuxarıda çıxdı, qaldı yuxarıda. Bayaq ağartmışdım ha. Bu qrafikin belə qrafik olacaq. Magnezium xlor2-nin qrafiki. Ferrum xlor2-nin qrafiki də elə olacaq. Ferrum OH2 alındı. Qaldı elə yuxarıda da. Aşağı düşməyəcək. Bax, ferrum 3 valentlisi olsaydı olardı ha. Burada 2 valentli olduğuna görə olmur. 3 valentlisi çünki amfoterdir. Plus kalium OH. Burada reaksiya getməyəcək. Ona görə də 1 ilə 3 qrafiki belə olur. Artır, sonra azalır. Amma 2 ilə 4-ün qrafiki belə olur. Artır, elə yuxarıda da qalır. Düzgün variantın 1-3 olacaq. B variantı doğru variant. Sonra. Buyurun. 59. 59. Aha, deyir ki, nə deyir? Deyir, X, Y, Z metallarının aktivlik sırası Z böyükdür, X böyükdür, Y kimidir. Yəni, Z, X, Y bu şəkildə bunlar metalların gərginliyi sırasında düzülüblər. Hansı ifadə doğru deyil?
X xlor 2 məhlulunda doğru deyil istəyir bizdən. X xlor 2 məhlulunda Y oksidləşir. X xlor 2 məhlulunda Y oksidləşir. Bu yanlışdır. Bu isim nə deməkdir? X xlor 2 məhlulunda Y oksidləşir. O deməkdir ki, X xlor 2 ilə Y reaksiyaya gedə bilir. Y X-dan sonra gəlir. Y X nətər çıxarda bilər ki? Qabaqdakı sonrakını çıxarar da. Yəni Y X-dan sonra gəlirsə bu reaksiya getməz axı. Yəni bu deyir amma getsin. Oksidləşir elə o deməkdir uşaqlar. Yəni oksidləşir bayaq hansı ki dedim, dəmir oksidləşir, mis reduksiya olunur. Yəni bu o deməkdir ki, burada reaksiya baş verir. Xeyr, birinci yanlışdır. Z metalı X2 müsbət ionunu reduksiya edə bilir. Baxaq, Z X2 müsbəti reduksiya edə bilər. Bəli, Z X-i çıxara bilər. Çünki Z X-dan qabaqdadır ki, doğrudur. Y xlor 2 məhlulunda X və Z metallara həll olmaz. Baxaq, Y xlor 2 məhlulunda deyir X həll olmaz. Yəni X Y xlor 2-ni çıxara bilməz deyir. Bu yanlışdır, bu çıxara bilər. Baxın, Y xlor 2-də Y xlor 2-dəki məhluldan X Y-i çıxara bilər. Çünki X Y-dən qabaqdadır. Bu gedər. Buradan əmələ gələr X xlor 2 plus Y. Bəs Z? Z də çıxara bilər. Çünki Z də Y-dən qabaqdadır. Yəni Y xlor 2-nin Z ilə reaksiyasından Z xlor 2 və Y alına bilər. Bu doğrudur, amma bu deyir həll olmaz. Xeyr, səhv deyirlər, həll olar. Bizdən doğru olmayan ifadələri istəyirdi. D variantı doğru variant. Sonra? Buyurun. 63. 63. Aha. Demək, birincisi bunu deyim ki, xrom bilirsiniz ki, ən bərk metaldır. Hətta xromun oksidi xrom 2O3 çox bərk. Bu da bərkdir, çətin əriyəndir. Və biraz polada da oxşayır hətta. Yəni görürsüz deyir ki, tərkibində 5,2% xrom olan 50 ton korroziyaya davamlı polad istehsal etmək üçün neçə kiloqram xrom 2O3 lazımdır? Belə deyək, deyir 50 ton korroziyaya davamlı polad istehsal etmək istəyirik. Gəlin 50 tonun içində 5,2% xrom var. Gəlin onu tapaq. Neçə kiloqram deyir. Ona görə də tonu kiloqrama çevirəcəm. Bilirik ki, 1 tonumuz 1000 kiloqramdır. Bu da 50 tonunu da 1000-ə vursaq eləyər 50.000. 50.000-in 5,2%-ni tapaq. Bu nə qədər eləyəcək? Bunun bu gedər. 500 vur 52. Yox, 500 vur 5,2. 52 vur 50 deməkdir bu. 0, 0, 1 yatda 25, 1 yatda 26. Düz yazdımsa eğer. Demək 52, 55,2 faizi düz tapdım. Aha, renge. 5,2, 52. 5,2'ni de bura vuranda 52 vur 50, 0, 1 yatda düzdür. Deməli 2600 kiloqram xromum var. Deyir ki, neçə kiloqram xrom 2O3 lazımdır. Mən bunu korroziya davamlı polad istehsal etmək üçün, yəni bu qədər xroma. Yazıram ki, 2600-ə X. Xrom da bilirsiniz ki, yəni bunun kiloqramına bu qədər kiloqram. Xrom da bilirik ki, 52-dir. 52-dən nə qədər əmələ gəlir? Xrom 2O3. Xrom 2O3-ün də kütləsi demək 52 vur 2 plus 48. 52'ni 2'ye vuranda 4. 1 yada 10, 11. 114. O da 48. 2 1 yada 5 1 yada 6, 162. 4, 10. Bu 104 diyeyim. 4, 10, 104. 0, 1 yat. 2 1 yat da 4, 152 gram. Deməli 152'ye de 152. Ben bunu kalkülatörle vurum bölüm. Demek. Burada da 2 vur 52 götüreceğim. Bunu da tezden 2'ye bölək. Aha.
Demək 2/52 niyə götürdüm uşaqlar? Çünki xrom 2 O3 almaq istəyirəm. Əmsallaşdırdığım zaman sağda 2 dənə xrom olduğuna görə bunun da qabağına 2 atmalıyım. Ona görə bura 2/52 yazdım. Все. Bu qədər. X olacaq 3800. Cavabımız D variantı olar. Deməli, tərkibində 5,2% xrom olan 50 ton korroziyaya davamlı polad istehsal etmək istəyirəm. 50 tonu çevirdim kiloqrama. 50 tonu çevirdim kiloqrama. Harda çevirmişdim? Burada çevirmişdim. 50.000 kiloqram. Sonra 50.000'in deyir 5,2% xromdur. Yəni qarışıqdır şəklindədir. 5,2'sini tapdım ki 2600 kiloqram əlimdə xrom var. 2600 kiloqram xroma x kiloqram xrom K3 uyğundur. Xrom K3'ün emirin verməmişdi. Özüm oradan hesabladım ki 152 qramdır. Bəs bizim gördüyümüz, yəni bu reaksiyadan 2 xroma nə qədər xrom K3'dür? Yəni 2 mol xroma 1 mol xrom K3 uyğundur. 2/52'ye 152 uyğundur. Bu mənim gördüyümdür. 2600'e də x o da eləcək 3800. D variantı doğru variant olar. Sonra 62'ye də baxa bilərik. baxaq. Çuqun istehsalı, polad istehsalı dəmirin dərsindədir. Dəmir ərintilərinin içindədir uşaqlar. Yəni bunu domna sobasıdır. Yəni düzdür, biz həmişə deyirik ki, qaz generatorları və s. yəni belə o proseslər çox lazım deyil. Amma təəssüf ki, dəmirin dərsindəki çuqun və poladdan düşür qəbul imtahanına. Ona görə o hissləri yaxşı öyrənmək lazımdır uşaqlar. Məsələn, buradakı testimiz kimi. Deyir, çuqun istehsalı zamanı prosesin intensivliyini artırmaq üçün nə etmək lazımdır? Prosesin intensivliyi o deməkdir ki, yəni proses daha sürətli getsin, daha rahat getsin. Bu deməkdir. Çuqunla poladın bir sizdə fərqi nədir? Hər ikisi dəmirin ərintisidir. Hər ikisində də karbon var. Sadəcə poladda daha azdır karbon, çuqunda daha çoxdur. Yəni çuqun ona görə kövrəkdir poladdan. Polad daha bərkdir. Çuqun kövrəkdir. Domna peçinə metan qazı əlavə eləmək, bəli, bunu eləyə bilərik. Çünki metan qazı əlavə elədiyimiz zaman metan qazının yanması nəticəsində də karbon qazı və su əmələ gəlir. Orada bir reduksiya prosesləri baş verir. Ona görə domna peçinə bir üzüm maddəni əlavə eləsək daha da intensiv gedə bilər, doğrudur. Filizi xırdalamaq təbii ki, nə qədər xırdalasam bir o qədər reaksiya sürətli gedər. Havanı qaz generatorunda qızdırdıqdan sonra domna peçinə vermək, bir dəqiqə, havanı qaz generatorunda qızdırdıqdan sonra domna peçinə vermək. Bəli. Qaz generatorunda qızdırdıqda uşaqlar orada karbon, CO, karbon və dəm qazı. Domna peçi belə bir formadadır, adətən belə bir üçbucaq formasındadır. Onun ən yuxarı qatında qaz əmələ gəlməsi olmalıdır və qaz generatorunda qızdıranda artıq orada da yenidən CO2 əmələ gəlir. Yəni orada proseslər baş verir. Ferrum O-nun məsələn karbonla reaksiyasına alınır. Ferrum plus CO. Hətta ferrum O-nun CO ilə reaksiyasından ferrum plus CO2. Bax bu proseslər baş verdiyinə görə qızdırandan sonra domna peçinə verə bilərik. Bu zamanda çuqun istehsalı daha geniş ola bilər. Hamısı doğru cavabdır burada. E variantı doğru variant olar. Müəllim, orada konkret yeri qızdırdıqdan sonra Bəli, qızdırandan sonra çünki proses baş verir. Axı yanma prosesi gedir. Ona görə qızdıranda yanma prosesi baş verir ona görə. Sadəcə belə yazsaq ki, temperaturu artırırdı. Onu deməz axı, onu desə təbii ki, hamı düzgün cavab kimi götürəcək onu. Bu dolayı yolla temperaturu artırmaq sözünü deyir də, sizə birbaşa demir. Aydındır. Yəni temperaturu zaten artırdığımız zaman hər istənilən prosesdə, istənilən deməyə bir 99% hallarda temperaturu artıranda proses daha intensiv gedir. Bilirsiniz. Metan Amma qazı bəli. metan qazı niyə artırır ki? Çünki metan qazı üzüm maddədir, o yanan maddədir. Metan qazı zaten yanıcı maddədir axı. O daha da intensiv eləyəcək. İstənilən üzüm maddə belə deyək də yanır. Amma metan qazının metan qazı veriblər burada. Qaz metan maye halda deyil. Biz ki maye halda olan üzüm maddələrimiz də var. Yəni bu qaz haldadır. Bunun yanması biraz da bunu intensivləşdirəcək. Metan qazı o sizə demişəm yolda avtobus deməyir, ona tır deyirlər də yəqin ki. Yazıları oddan təhlükəlidir. Onlar hər an oddan təhlükəlidir. Niyə yazır? Onun içərisində propan var, etan var, butan var. Yəni yanıcı qazlar var, üzüm maddələr var orada. Oddan təhlükəlidir. Niyə? Çünki bir qığılcım bəsdir ki, onlar alışıb yansın. Yəni bu da metan qazı da üzüm maddədir, yanan maddədir.
Ona görə metan qazını vermək yazıblar bura. Ki, yəni metan qazı yanıcı maddədir. Onun yanması prosesi daha da intensivləşdirəcək, daha da bir sürətli eləyəcək. Metan qazı sərf eləyir bizə. Oraya metan qazı əlavə eləmək sərf eləyir. Yəni bu üçündən birini əlavə eləsəz, çuqun istehsalında bu intensivliyi artıra bilərsiniz. Bu da deyir ki, aşağıdakilərin hansını eləyə bilərik? Üçünü də eləyə bilərik yəni. Eyni vaxtda eləmək təbii ki, lazım deyil. Birini eləsəz bəs eləyir orada intensivləşməsinə. Amma üçünü də eləyə bilərik yəni ayrı-ayrılıqda. Aydındır? Aydındır uşaqlar. Bunun üçün gərək domla peçinlə bağlı, yəni dəmir dərsini yaxşı biləsiniz. Yəni çuqun istehsalını daha yaxşı biləsiniz. Amma mən məntiqi qaydasını izah elədim sizə ki, yəni məntiqlə çuqun istehsalında ümumiyyətlə digər proseslərdə də intensivliyi artırmaq üçün təbii ki, oranı belə deyək də, lord ilə deyəcəm, qızışdırmaq lazımdır biraz. Aktivləşdirmək lazımdır oranı. Aktivləşdirmək üçün də bunları etmək lazımdır. Buyurun. Sual. Növbəti sualınız. 68 var. 68. Ne deyir? Deyir, alüminium və sinkin həm turşu, həm də əsaslarla qarşılıqlı təsiri, əsaslarla reaksiyası üçün hansı ifadə doğrudur? Aha. Hər iki reaksiyada hidrogen iyonu reduksiya olunur. Bunu gərək sizə reaksiya üstündə də göstərim. Reaksiya üstündə daha yaxşı dəqiq görəcəksiniz ki, nə baş verir orada. Alüminium və sink hər ikisinin həm turşu, həm də əsasla reaksiyasını yazıram uşaqlar. Alüminium xlor 3 və hidrogen. Alüminiumun eyni zamanda qələvi ilə də reaksiyasını yazaq. Natrium, burada bir ki su da var da. Alüminium və silisyumda su da var, amma sink və berilyumda su yoxdur. Su da var. Burada nə alır? Natrium, alüminium, O2 plus H2. Sonra sink. H-xlorla reaksiya gedir. Bəli. Biz orada suyu əlavə edib eləməyəcəyimizi. Reaksiyanı əzbərləməz. Keçən ildə mən o reaksiyaları sizə əzbərlətdirmişəm, ay mələk. Yox. Əzbərləməlisiniz. Yəni qaydası budur. Alüminiumda su da əlavə edirik ora. Sinkdə əlavə eləməyə ehtiyac yoxdur. Turşu ilə reaksiyası versək mən Turşuda dəymirsiniz. Şeydən danışıram. Əsasdan danışıram. Əsasda alüminiumu məhlul olmalıdır. Amma sinkdə ərinti bəs eləyir. Yəni məhlula ehtiyac yoxdur. Yəni bu reaksiyalar əzbərlənməlidir. İkisini də yazdım uşaqlar reaksiyalarımızın. İndi suallara cavab verə bilərik. Deyir, hər iki reaksiyada H müsbət iyonu reduksiya olunur. Bəli, düzdür də. Hər ikisində H müsbət iyonu bilirsiniz nə demək istəyir? Yəni turşu var. Hər ikisi turşu ilə reaksiyaya girə bilirmi? Bəli, hər ikisində H müsbət. Bu müsbət birdən gedir sıfıra. Müsbət birdən sıfıra getmək nə deməkdir? Oksidləşdiricidir. Oksidləşdiricidirsə element proses nə adlanır? Proses reduksiya adlanır. Və hər ikisində bu proses baş verir. Baxın. İstəyirəm. Hər ikisində bu proses baş verir. H-xlorda müsbət birdən gəldi sıfıra. Görürsünüz, burada reduksiya prosesidir. Yəni, bir doğru cavabdır hər ikisi üçün. Dimdə də var idi buna uyğun bir sual. Yəni, keçənli işləmişik buna uyğun suallar. Hər iki reaksiyadan duz alınır. Hər iki reaksiyadan duz alınırmı? Hansı ifadədə həm turşu duz alınır. Duz alınır. Duz alınır, duz alınır. Doğru cavabdır. Hər iki reaksiyadan duz alınır. Baxın, 4 dənə reaksiya etmişəm, 4-ündən də duz alınıb. Hər iki reaksiyada alınan duzların dissosiyasiyasından alüminium 3 müsbət və sink 2 müsbət iyonları əmələ gəlir. Bu yanlışdır. Niyə? Gör nə deyir? Hər iki reaksiyada alınan duzların dissosiyasiyasına. Gəlin hamısının dissosiyasiyasını sizə yazım. Görəcəksiniz ki, səhvdir. Alüminium xlorçu dissosiyasiya eləyək. Alüminium 3 müsbət plus 3 xlor mənfi. Bu üçüncü qaydaya uyğun gəldi bu duzumuz. İkinci duzumuzda amma düz gəlməyəcək. Natrium, alüminium, O2 H alüminium O2 turşusunun duzudur uşaqlar. Bu natrium alüminium O2 H alüminium O2 deyilən metalüminat turşusu var. Metalüminat turşusunun duzudur. Bu dissosiyasiya eləyəndə əmələ gələcək. Bu normal duzdur da. Normal duzlar bir mərhələdə dissosiyasiya edirlər. Alınacaq natrium müsbət plus alüminium O2 mənfi. Görün burada alüminium 3 müsbət əmələ gəldi.
Görsə mənə gəlmədi. Ona görə bax bu natrium OH-la olan reaksiyadakı əmələ gələn duzda onların dediyi kimi baş vermir. Ona görə üçüncü yanlışdır. Gəlin sinki də yoxlayaq. Sink xlorikində problem yoxdur. Sink xlorikini dissosiasiya elədiyim zaman əmələ gələcək sink 2 müsbət, 2 xlor mənfi. Onların dediyi sink 2 müsbət məsələsi düz gəldi. Bayaqki kimi. Amma yenə burada natrium 2 sink O2 var ha, natrium sinkat duzu. Bax burada da dissosiasiya eləyəndə natrium 2 sink O2, H2 sink O2 deyilən bir turşumuz var. Adı sinkatdır turşumuzun. Sinkat turşusunun da duzudur bu natrium 2 sinko2. Yine bu normal duzdur. Buradan əmələ gələcək 2 natrium müsbət, sinko2 2 mənfi. Yəni buradan da sinko2 2 mənfi əmələ gəldi. Sink 2 müsbət əmələ gəlmədi. Ona görə də üçüncü yanlışdır uşaqlar. Doğru variantımız 1-2 olacaq. Y variantı doğru variant. Sonra ne kadar sualı var bunun? 88 dənə. Ha, buyurun. 81 var. 81'e kimi var? Hı. 81. Hansı reaksiyalardan tərkibində 3 valentli metal olan birləşmə alınmır? Hamısının reaksiyasını yazmağı tövsiyə edirəm. Hamısının reaksiyasını yazın. Ondan sonra suala cavab verin. Amalqama o deməkdir də. Bilirsiniz də amalqama nədir? Alüminium, adi şəraitdə alüminiumun oksid təbəqəsi var uşaqlar. Alüminiumda oksid təbəqəsi olur. Və alüminiumun oksid təbəqəsi olduğuna görə həmin o oksid təbəqəsini həll eləməsək, alüminium su ilə reaksiya girə bilmir. Amma alüminiumun oksid təbəqəsini həll eləyirlər, ondan sonra onu amalqama eləyirlər. Yəni, ondan sonra su ilə reaksiya girə bilir. Alüminiumu da amalqama eləmək üçün civənin 2 valentli duzlarından istifadə eləyirlər. Civənin 2 valentli duzları bilirsiniz ki, çöküntülü bir duz deyil, suda həll olan bir duzdur. Buradan əmələ gəlir alüminium, xlor 3 və civə. Buradan əmələ gələn alüminium, xlor 3, belə deyək də, siz buna bir duz və civə kimi baxmayın. Civə xlor 2-ni götürürlər, alüminiumun səthinə sürtürlər. Çoxlu sürtürlər. Cilalamaq kimi bir şey eləyirlər, yəni. Sürtürlər və onu eləyirlər amalqama. Amalqama bu deməkdir uşaqlar. Alüminiumun oksid təbəqəsinin, yəni səthinin civə duzları ilə, civənin 2 valentli duzlarıyla bu arada, 2 valentli duzlarıyla sürtülməsinə deyilir amalqama. Yalnız o amalqama olandan sonra su ilə reaksiya girə bilir. Əmələ gəlir alüminium, o özü oksid əmələ gəlmir ha. Əsas əmələ gəlir. Alüminium OH3 plus H2 əmələ gəlir buradan. Normalda alüminium orta aktivdə də oksid əmələ gəlməlidir, amma amalqamadan əmələ gəlir alüminium OH3. Xrom. Xrom təkcə xlorla 3 valentlisini yaradır, amma H xlorla 2 valentlisini yaradır. Burada kalium alüminiumu çıxar. İndi burada uşaqlar. Demək bizim belə deyək, qaydamıza görə aktiv metallar bu qaydaya tabe deyirlər də, düzdürmü? Biz demişdik ki, aktiv metallar özündən sonraki duzu sıxışdırıb çıxara bilmirlər. Amma bu istisnadır. Wöhler deyilən bir alim ilk dəfə olaraq kaliumun alüminium xlorçinə reaksiyasından belə deyək, alüminiumu ala bilib. Yəni normalda yenə də deyirəm, amma kalium alüminium xlorçu çıxara bilmir də duzundan. Amma bu reaksiya yəqin ki, aşağı təzyiqdə eləyiblər bunu. Reaksiya gedib. Yəni buradan əmələ gəlib kalium xlor və alüminium. Yəni alüminiumu Wöhler ilk dəfə olaraq bu reaksiya vasitəsilə ala bilib. Yəni reaksiya getmiş olacaq. Yəni iminli bu reaksiya gedir. Dəmir, SO4 və mis əmələ gəlir. Buradan dəmir misi çıxara bilir. Xromun durusu ilə, deməli duru sulfatla xrom 2 cür metall reaksiya gedir. Duru ilə qatı ilə fərqli gedir. Eyni zamanda dəmirdə də belədir uşaqlar. Xrom duru sulfatla 2 valentlisini yaradır. 2 valentli sulfatı yaradır. 2 valentli duzu yaradır yəni. Amma xrom qatı sulfatla 3 valentlini yaradır. Burada sıxışdırıb yazmayayım, yuxarıdan yazım istəyirsiniz. Ya da xromun birazını dəmiri yuxarı yazaram. Xrom qatı sulfatla isə 3 valentli duzunu yaradır. Buradan əmələ gəlir xrom 2, SO4-dən 3 dəfə plus SO2 və su. Buradan isə xrom SO4 və H2 alınır. Yəni burada duru olduğuna görə buradan əmələ gəlir xrom SO4 və hidrogen. Yenə deyirəm, dəmirdə də eyni vəziyyət olur. Bu dəmirin də 2 valentlisindən alınır ferrum SO4. Təbii ki, duru sulfatla reaksiyasından. Qatı sulfatla reaksiyadan isə
dəmirin alınır ferrum 2SO4-dən 3 dəfə. Yəni eyni şey xromda olduğu kimi dəmirdə də olur. İndi burada xrom 2 valentli əmələ gətirəcək və hidrogen. Sonra burada da ferrumes. Aha, bu reaksiyaların hamısını yazdım. İndi suallara cavab vereyim. Deyir tərkibində 3 valentli metal olan birləşmə alınmasın. Burada alındı. Alüminium OH3-də 3 valentlidir. Xrom xlor 3-də xrom 3 valentlidir gördüyünüz kimi. Burada da alüminium bəsit halda 3 valentlidir. Ferrum SO4 dəmir ferrum kuprum SO4 ilə kuprum 2 valentli olduğuna görə dəmir də kuprum SO4 ilə reaksiya girdiyi zaman burada 2 valentli birləşməsini əmələ gətirəcək. Burada 3 valentli alınmadı. Bunu götürə bilərəm. Burada 3 valentli alınmadı. 2 valentli aldı. Bunu da götürə bilərəm. Ferrum SO4 də dəmir 2 valentlidir. Bunu da götürə bilərəm. Alınmayanlar 4, 5, 6-dır. Aha. Müəllim, üçü niyə götürmürük ki? Nəyi necə götürmədim? Üçüncünü niyə götürmürük ki? Üçüncüdə alındı axı. Alüminium 3 Müəllim, valentlidir bəsit halda. 3 valentli metal olan birləşmə deyirik. Nə fərqi var? 3 valentli metal olan birləşmə belə deyək də burada metal alüminiumu qəbul eləyirik, yəni burada birləşmə desə də biz alüminiumun burada valenti 3-dür deyə qəbul eləyirik. Yəni bu testin mahiyyəti odur. Testdə çünki əgər bu reaksiyanı veriblərsə alüminiumun alınması var burada. Həm də bilirsiniz nəyə görə götürə bilirəm? Burada əslində bu reaksiyada alüminium birbaşa alınmır. Əvvəlcə onun burada məhlul deyir axı. Burada məhlul dediyinə görə uşaqlar, baxın, kalyum, alüminium, xlor ilə reaksiya girdiyi zaman burada məhlul deyir axı, burada su var. Kalyum su ilə birinci reaksiya gedəcək polad. Alınacaq kalyum OH və hidrogen. Sonra kalyum OH alüminium xlor ilə reaksiya gedəcək. Və alüminium birbaşa yox, alüminium OH3 əmələ gələcək buradan. Bir də kalyum xlor. Yəni burada alüminium birbaşa əslində əmələ gəlmir. İndi mən Wöhler'in əmələ belə deyə də yaratdığı reaksiyanı orada vurğuladım. Amma alüminium OH3 əslində, yəni alüminium bu formada əmələ gələcək. Sonra ondan o alüminiumu çıxardacaqlar oradan. Aydındır? Bilirik kalyum, alüminium xlor üçün orada məhlulu var. Kalyum aktiv metaldır, suya qarşı həssasdır. Orada birinci onun qələvisi əmələ gəlir. Sonra alüminium xlor üçün reaksiya gedəndə artıq alüminium OH3 çöküntü şəklində əmələ gəlir deyə. Yəni biz bunu alüminium OH3 kimi təsəvvür edək. Aydındır? Bəli, mən alüminium olduğunu onu öyle götürməmişdim. Anladım nəyə görə götürməmsən, amma mahiyyəti də budur da. Yəni biz diqqət eləməliyik ki, orada məhlul varsa, kalyumdakı aktiv təbii ki, kalyum suya qarşı həssas olduğuna görə bütün aktiv metallar kimi oradan bir qələvə əmələ gəlir, sonra alüminium xlor üçün reaksiya gedib alüminium OH3 əmələ gətirir. Yəni orada bir birləşmə əmələ gəlir zaten. Aydındır? Bəli. Sonra buyurun. Sonra 82 var. 82. Müəllim, dəmir natrium OH-dən reaksiyaya girir. Dəmir xeyr, girmir. Amfoter metallar gedir qələvlərlə. Berilyum, alüminium, sink, bir də silisium qeyri-metallardan. Başqa heç birisi girmir qələvlərlə. Bir də ki o demişdik natrium OH-dan. Keçən dəfə hər dəfə onu deyəndə Nilüfərin sualı yadıma düşür. Natrium OH-dan reaksiyası var ha mənim PDF-imdə. O bu deyil ha. Bu natrium OH bu ardıcıl reaksiyadır. Burada natrium 2 əmələ gəlir və su əmələ gəlir ha. Burada belə deyək. Ümumi qayda deyil yəni bu. Natrium OH natriumla reaksiya girə bilərmi? Yəni biz ona ancaq amfoter metallarla girə bilər deyirik. Bu sadəcə ardıcıl bir reaksiya nəticəsində əmələ gəlmişdi. Mən PDF-imdə var, baxarsınız o hissəyə bir də. Yəni dediyim Poladın sualının cavabı budur. Berilyum, alüminium, sink, bir də silisiumdan qələvi reaksiya girə bilir. Qalan heç bir metalla girə bilməz qətiyyən. Deməli, 82-ci suala baxırıq. Deyir, reaksiyalara əsasən doğru verilmiş ifadələri müəyyən edək. Nədir reaksiyaya bir dənə baxaq. Sink X-la reaksiya girib H2 çıxardır. Aydındır. Deməli, burada X turşudur. H-xlor deməyək. Mesela H2SO4 ola bilər. Turşudur yəni. Bu isə Y isə əsasdır. Niyə? Deməli, sink deməli, turşu ilə reaksiya getdiyi zaman
Mesela gəlin bir dənə turşu götürək. Burada elə birinci doğru cavabdır. X xlorid turşusu ola bilər. Gəlin elə xlorid turşusunu götürək. Sink xlorid turşusuna reaksiya getdi məsələn. Alınır oradan sink xlor 2 plus H2. Düzdürmü? Sink xlor 2'nin də yerində nədir? Yəni burada T hərfi. Deməli T ilə işarə ediblər sink xlor 2-ni. T dissosiasiyaya uğrayır. Yəni sink xlor 2-ni dissosiasiya edə bilirlər orada. Əminə gəlir sink 2 müsbət və 2 xlor mənfi. Əminə gəldimi sink 2 müsbət bizimkində də? Əminə gəldi. Deməli X 100% turşudur. Amma Y-ə baxın. Əsasda bunu bayaq mən göstərmişdim sizə bir test var idi. Onun 3-cü bəndində var idi belə uyğun testimiz. Baxın, sinkin natrium H-la reaksiyasında bəs nə baş verər? Yəni qələvinə reaksiyasından. Əmələ gəlir natrium 2 sinko2 və hidrogen. Baxın, natrium 2 sinko2 də burada bunu işarə ediblər K-la. Natrium 2 sinko2 də natrium sinkatda axı normal duzdur. Onun da dissosiasiyasından əmələ gəlir 2 natrium müsbət, sinko2 2 mənfi. Bayaq yazmışdım bu reaksiyanı. Görürsünüz, burada da sinko2 2 mənfi varsa, deməli Y 100% əsasdır. Suallara cavab verək. X xlorid turşusu ola bilər. Nəinki xlorid turşusu. Bütün turşular ola bilər. Bir doğru. 2. Y kalium hidroksid ola bilər. Bəli. Kalium hidroksid ola bilər, natrium hidroksid ola bilər, yəni qələvə ola bilər. Birinci reaksiyada sink turşu xassəsi göstərir. Birinci reaksiyada sink turşu xassəsi göstərir. Sink niyə turşu xassəsi göstərsin ki? Birinci reaksiyada sink amfoter xassəsi göstərir. Yəni amfoter metaldır deyə o turşu ilə reaksiya gedə bildi. Yəni turşu xassəsi yox, amfoter olmalı idi. T və K duzdur. Bəli. T sink xlor 2 məsələn nümunə kimi göstərdim. K da natrium 2 sinko 2 kimi göstərdim. İkisi də duzdur. K-nın hidrolizindən turşu mühit əmələ gəlir. Gəlin baxaq. K nə idi? Natrium 2 sinko 2. Bu normal duzdur da. Normal duzdur. Amma əsasi mühit əmələ gələcək. Birincisi natrium 2 sinko 2 baxmalısınız ki, bu hidroliz bölməsinə aid olan bir sualdır. Baxmalısınız ki, çöküntüdür yoxsa yox. Çöküntü deyil. Çünki natriumun bütün duzları usta həll olur. Və necə əmələ gəlir? Natrium qüvvətli əsasdır. Sink O2 yəni natrium 2 belə deyək də sinkat turşusu. H2 sink O2 isə zəif əsas, zəif turşudur. Çünki bizim güclü turşularımız hansılar idi ancaq? Sulfat, xlorid, xloridin dostları, yəni H bromid, yodid, bir də nitrat. Əlavə olaraq xloratı, perxloratı da əlavə edə bilərsiniz. Bax, güclü turşularımız, qüvvətli turşularımız ancaq bunlardır uşaqlar. Bunlardan başqa hansı turşunu görürsünüzsə, onlar zəif turşu sayılacaq. Yəni sinkat turşusu da zəif turşudur. Qüvvətli əsas zəif turşudan əmələ gələn duz hidrolizə uğrayacaq. Mühit olacaq əsas qüvvətli olduğuna görə əsasi mühit, yəni qələvi mühit. Qələvi mühitdir, OH-ın sayı H-dan çoxdur. Sonra aniona görə hidroliz olunur burada, çünki OH mənfi yüklü də aniondur. Sonra lakmus kağızı göy rəngə boyanacaq. Yəni bu qaydalarımızı bilirik. Yəni bütün qaydalar bizdən bir dənə turşu mühit soruşurdu, amma mən hamısını dedim sizə. Yəni burada turşu mühit yox. Qələvi mühit əmələ gələcək. Çünki qüvvətli əsas zəif turşudan əmələ gələn duzdur. Ona görə də düzgün cavabımız 1, 2, 4 olacaq. Sonra sualımız 1 var. neçə? 1, 1. 1. Ha, hələ bunun arxası 30.5 varmış. Hə, bildim. 8 dənə testi var. Aydın. Uşaqların niyə səsi çıxmır, ancaq sən deyirsən. Burada neçə nəfər şagirdimiz var? 5 nəfər uşaq var. Bayaq 7 nəfər uşaq var idi. Buradayım. Kim yoxdur dərsdə? Nə söyləmək lazım? Dəqiqə dərsdə baxım görüm kim yoxdur. Nilüfər yoxdur, Zəhra yoxdur. Bu uşaqlar niyə yoxdular dərsdə? Nə əcəb? Mən buradayım. Bəs niyə adın görünmür Nilüfər? Hə, gördüm. İndi gördüm. Bəs Zəhra hanı? 1, 2, 3, 4. Zəhra yoxdur. Zəhra, Əziz, Xalidə. Fərid. Sonra kim? Nazlı. Fərid Nazlı. Talih heç də. Fəridin maması da bilir ki, o dərsə qoşulmur. Talihin də maması bilir. Yəni onların valideynlə hər gün danışıram deyə. Yəni, necə? Yəni bilirlər, özləri bilirlər ki, bizim xəbərimiz olur, onlar qoşulmurlar, bilirik. Birini deyir idmanı ilə nəyinsə üst-üstə düşür bilmirəm. Amma Zəhra necə? Yəqin ki, bu gün sınağa getmişdi, yorğun da ola bilər. Zəhra bu arada Zəhra bayaq dərsdəydi. hə, bayaq dərsdə idi bilirəm. Problem deyil. Bugün gedib maşallah olsun qəşəng sınaq yazıb 27 düzü var Zəhranın. Ona görə ondan şikayətim yoxdur. Bilirəm ki, o
dərsin təkrarına da baxacaq. Demək, metalların ümumi xarakteristikası hansı mühitdə korroziya baş vermir? Hansı mühitdə korroziya baş verməz? Birincisi, uşaqlar, korroziya nəm havada baş verir. Çox qəşəng bir sualdır. Maraqlı bir sualdır. Bilirsiniz ki, nəm havada baş verir. Və nəm havada oksigen, su ola bilər ki, məsələn, burada baş verəcək. Nəm havada korroziya baş verə bilər. Məsələn, dəmirin paslanması. Dəmirin paslanma reaksiyasını bu arada yazıram. Ferrum plus O2 plus H2O. Buradan alır ferrum OH2. Bax, dəmir paslandı. Ona görə də nəm havada korroziya baş verə bilər. Bəs deyir, baş verməsin harda? Birincisi, A variantında su var, götürmürəm. Su olan bir mühitdə azotda baş verməyə bilər. Azot heç nə eləmir çünki belə deyək, havada olsa da biz azotun nəm hava yarada bilən bir xarakteristikası yoxdur. Ona görə azotu götürməyəcəm, amma su korroziyanı yarada bilir. Bax, su korroziyanı yaradır. A-da, qoy mən belə eləyim. A-da su yarada bilir, belə deyək, korroziyanı. Sonra SO2 və helium. Helium təsirsiz qazdır. O korroziyaya təsir eləməyəcək, amma SO2 təsir edəcək. Çünki SO2 kükürtdür. Kükürt qazıdır. Nəm havada bəli, oksigen və sudan istifadə edirik. Biz dedik ki, korroziyaya təsir göstərə bilir. Amma tək paslanma məsələsi deyil, axı SO2 özü də kükürt qazıdır. Yəni bu SO2 qazlarla turş oksididir. Turş oksidi olduğuna görə eyni zamanda maddələrlə reaksiya girə bilən bir maddədir. Metallarla reaksiya, metalın oksidlərinə reaksiya girə bilən bir maddədir. Ona görə də məsələn mən SO2-ni götürə bilməyəcəm. Çünki o korroziyanı yarada bilər. Cavab C variantıdır bu arada uşaqlar. Çünki neon təsirsiz qazdır, baş verməyəcək. Azotdakı də təsirsiz kimi bir şeydir. Yəni havada olsa da, havada olması onun metallara təsir edə bilməsi demək deyil. Yəni olsun havada var, amma metallara təsir edə bilmir. Eyni zamanda bir sizdə neon da var havada uşaqlar. Helium, neon, argon, kripton, ksenon, radon təsirsiz qazdır. Amma havada bu üçü var. Helium, neon, argon var havada. Radon, ksenon, kripton yoxdur. Ona görə bunların adı variantlarda veriblər. Neon havada olsa da təsirsiz qazdır deyə heç nə eləməyəcək. Azot havada var. Təsirsiz qaz deyil, amma korroziyaya təsir eləməyəcək. CO2 təbii ki, karbon qazı turş oksididir. Yenə turş oksid olaraq əsas oksidlərlə reaksiya girə bilər, amfoter oksidlərlə reaksiya girə bilər. Onların səthindən korroziyaya uğrada bilər. Hidrogenlə xlor. Hidrogen getməsi də xlor gedə bilər uşaqlar. Xlor bilirsiniz ki, metallarla, məsələn, bax, kuprumla reaksiya gedə bilər xlor. Kuprum xloru 2 əmələ gətirə bilir. Məsələn, pasiv metalların, hidrogen heç nə eləməyəcək bu arada. Çox eləmir hidrogen. Niyə? Sizə bir qayda deyim. Deməli, əlavə yarımqrup metallarının hidrogenli birləşmələri yoxdur uşaqlar. Yəni, onlar hidrogenlə birləşmə əmələ gətirmirlər. Yadınızda demişdik ki, pasiv metallar da hidrogenlə reaksiya girə bilmirdilər. Əlavə yarımqrup metalların hidridləri yoxdur məsələn. Ona görə də yəni hidrogen heç nə eləyə bilməyəcək onlara, amma xlor eləyəcək. Yəni burada məsələn A-da suya görə götürmədim, B-də SO2-yə görə götürmədim, D-də heç birinə görə götürmürəm. Yəni ikisi də korroziya yarada bilər. Y-də xlora görə götürmədim, amma C-də hər ikisini, yəni heç birisi korroziyaya təsir eləməyəcək. Ona görə də C variantı doğru variant olar. Növbəti sualımız? Yoxdur. Yoxdur.